Yok. Bir də hər birinizi salamlayıram. Bugünkü seminarın mövzusu sadələşdirilmiş vergidir. Sadələşmiş vergi bəyannamənin izahıdır, praktiki izahıdır, doldurma qaydasıdır və biz sizinlə bugün ən çətin dövrü, yəni 4-cü rübü sadələşmiş vergi bəyannaməsi üçün hazırlayıb və yığacağıq. İlk öncə də sadələşmiş vergi ilə bağlı müəyyən məlumatlar vermək istəyirəm. Müəyyən nəzəriyyəni biz bilməliyik ki, kimlər sadələşmiş vergi ödəyicisi ola bilər, kimlər ola bilməz, kimlər bu bəyannaməni hazırlamalıdırlar və necə hazırlayacaqlar. İlk öncə də qeyd etmək istəyirəm ki, vergi məcəlləsində sadələşdirilmiş vergi 218-ci maddədən başlayır. Birinci növbədə sadələşmiş vergi ödəyiciləri kimlərdir? Kimlər sadələşmiş vergi bəyannaməni göndərməlidir? İlk növbədə adından da bəllidir ki, sadələşdirilmiş vergi, yəni ən sadə formada, Zeynettin. oy, ən sadə formada hazırlanan və nəzəriyyəsi ən sadə formada olan bir vergi rejimidir, sadələşmiş vergi rejimi və fəaliyyətə başlayan yeni sahibkarlar adətən bu rejimdən istifadə edirik, başlayırlar öz fəaliyyətlərinə. Yəni ki, sadələşmiş verginin bəyannamənin hazırlanması qaydası da çox asandır, çətin deyil. Sadələşdirilmiş vergi ödəyiciləri də görəcəksiniz ki, çox az bir qruplara bölünərək biz onları öyrənəcəyik. Sadələşmiş vergi dərəcəsi də çox aşağıdır. Ona görə yeni fəaliyyətə başlayan sahibkarlar adətən sadələşdirilmiş vergi bəyannaməsi ilə başlayırlar, sadələşmiş vergi rejimi ilə başlayırlar və daha sonra ehtiyac olduqda mükəlləfiyyətini dəyişdirə bilirlər. Ümumiyyətlə, mən hər zaman deyirəm ki, sadələşmiş vergi əslində biraz yəni sahibkar olaraq kasıbların vergisidir, kasıbların vergi növüdür. Nəyə görə? Çünki özünüz də görəcəksiniz ki, sadələşmiş vergi ödəyiciləri kimlərdir? Birinci növbədə 218.1-ci maddədə göstərilir ki, ƏDV ödəyicisi olmayan və ardıcıl 12 aylıq dövrün istənilən aylarında vergi tutulan əməliyyatların həcmi 200 min manat olan və ondan az olan şəxslər. Yəni gördüyünüz kimi mikro sahibkarlar, ümumiyyətlə mikro sahibkarlar kim ki ƏDV ödəyicisi deyil. Yəni ümumiyyətlə biz yeni bir ön açanda, yeni fəaliyyətə başlayanda bizim öz müstəqil olaraq seçimimiz olur. Bizə seçim vermə şansı var, verirlər ki, yəni hansı rejimdə istəyirsən, o rejimdə də çalış. Biz orada da rejim, 3 dənə rejim var. Birincisi sadələşdirilmiş vergidir, ikincisi ƏDV plus mənfəət, üçüncüsü də prosta mənfəət, sadəcə mənfəət vergi ödəyicisidir. Yəni burada biz özümüz artıq fəaliyyətə başlayanda, əgər biz sadələşmiş vergi ödəyicisini seçiriksə, biz heç bir halda nə ƏDV, nə də mənfəət vergi ödəyicisi olmuruq. Yəni ƏDV ödəyicisi olmayan və ardıcıl 12 aylıq dövrün istənilən ayında dövriyyəsi 200 min manatdan az olan şəxslər. Yəni mikro sahibkarlar kimi ki, dövriyyəsi aşağıdır, azdır. Yəni 200 min manata qədərdir. Yəni 200 min manata qədər, yəni böyük şirkətlərin dövriyyələri 200 min manata qədər olmur. Onlarda daha çox 200 mindən artıq olur. Məsəl üçün kiçik sahibkarlıq subyektləri və orta illik sahibkarlıq subyektləri. Amma kimi ki, dövriyyəsi 200 min manata qədərdirsə, onlar artıq mikro sahibkarlıq subyektləri hesab edilir. Təbii ki, burada da unutmuruq ki, işçi sayı meyarı da var. O da çox önəmlidir. Çox xahiş edirəm, hər kəs səsi söndürsün. Çünki mənim öz səsim mənə exo kimi gəlir və video rekordingdə çox qəşəng alınmır video rekording. Və əgər sizin sualınız varsa, siz ya chat bölməsinə yaza bilərsiniz ki, sualım var və yaxud da 50 qaldır düyməsi var və yaxud da ona müraciət edirsiniz və mən eləcə də sizin sualınızı mövzunu bitirəndən sonra cavablandıracağam. Dediyim kimi, dövriyyəsi ardıcıl 12 aylıq dövrü. Baxın, adətən burada bir çox sahibkar, bir çox mühasib müəyyən səhvlərə yol verə bilərlər. Baxın, adətən düşünürlər ki, ardıcıl 12 aylıq dövrün istənilən ayı, yəni yanvarın 1-i, dekabrın 31-i. Xeyr, yəni siz fəaliyyətə hansı ayda başlamısınız, hansı gündən başlamısınızsa, həmin gündən növbəti 12 ay ərzində sənin dövriyyən 200 mini keçməlidir. Məsəl üçün, ola bilər ki, sən iyunun 1-i fəaliyyətə başlamısan, iyunun 1-i sən böyün açmısan, iyunun 1-i böyün açdığın gündən növbəti 12 ay sənin, əgər vergi azı ödəmək istəyirsənsə, əgər yəni ki, aşağı vergi rejimində çalışmaq istəyirsənsə, sən уже çalışmalısan ki, bu növbəti 12 ay ərzində yəni dövriyyən 200 mini keçməsin. Yəni yenə də söhbət aydan getmir ki, bu ay mənim dövriyyəm 200 mindən artıq olmasın. Yox. Yəni yanvar, fevral, mart, aprel, yəni bu aylar ərzində dövriyyən 200 mini keçməməlidir. Ona görə mühasiblər adətən onlar nəzər eləyirlər ki, yəni bu dövriyyə artmasın.
Bəli, yəni ki, əsasən bunlardır kimlər sərləşmiş vergi ödəyicisi, kim ki dövriyyəsi 200 min manatdan aşağıdır. Amma ki, bizim elə də vergi ödəyicilərimiz var ki, onlar 200 min manatdan artıq olsa belə onların dövriyyəsi, onlar sərləşmiş vergi ödəyicisi ola bilirlər. Bunlar kimdir? 218.1.2-ci maddəyə əsasən o şəxslər ki, kim ki ictimai yaşayış fəaliyyəti ilə məşğuldurlarsa, ictimai yaşayış fəaliyyəti nədir? Restoran, kafe, çayxana, qutabxana, yəni ictimai yaşayış fəaliyyəti ilə məşğul olan şəxslər bir tek onlarda elə bir qanun var, 218.1.2-ci maddəyə əsasən, bir tek onlar əgər dövriyyəsi 12 ay ərzində 200 mini keçirsə, onlar sərləşmiş vergi ödəyicisi kimi fəaliyyətlərinə davam edə bilərlər. Sadəcə orada belə bir məqam var. Yəni əgər siz ictimai yaşam fəaliyyətinə məşğulsunuzsa və aylardan birində dövriyyəniz 200 mini aşdısa, siz mütləq şəkildə bu haqda vergi orqanlarına yazılı məktub, yazılı müraciət etməlisiniz ki, mənim dövriyyəm 200 min manatdan artıqdır. Yəni newyorktaxes.gov.az-da bunun üçün xüsusi forma var, xüsusi ərizə forması var. O ərizə formanı biz göndəririk. Mütləq şəkildə, yenə deyirəm, dövriyyə keçdiyi gündən, 200 mini keçdiyi gündən 10 iş gün ərzində siz müraciət eləməlisiniz vergi orqanına həmin ərizə forması ilə ki, orada seçim var. Ya siz ictimai yaşam fəaliyyəti olaraq, ya sərləşmiş vergi ödəyicisi olaraq davam etmək istəyirsiniz fəaliyyətinizi, yaxud da siz ədəbi ödəyicisi olaraq fəaliyyətinizə davam edəcəksiniz. Yəni burada bir tək ictimai yaşam fəaliyyəti ilə məşğul olan şəxslərdə belə bir seçim var ki, dövriyyə 200 min manatdan artıqdır. Okey, sən sərləşmiş vergi ödəyicisisən. Sadəcə ərizəni göndər və mənə bildir ki, sən sərləşmiş vergi ödəyicisi kimi fəaliyyətə davam etməlisən. Təbii ki, indi bu 218.1.1 və 218.1.2 arasında fərq olacaq. Burada fərq vergi dərəcəsindədir. Misal üçün, kimi ki dövriyyəsi 200 min manata qədərdir, onlar sərləşmiş vergini 2%-dən ödəyirlər. Amma ictimai yaşam fəaliyyəti ilə məşğul olunan kimi ki dövriyyəsi 200 min manatdan artıqdırsa, onlar artıq necə ödəyirlər? 8% dərəcəni ödəyirlər. Yəni zaten bizdə sərləşmiş vergi bəyannaməsində görəcəksiniz ki, 2%lər üçün ayrıca sütun var, 8%lər üçün ayrıca sütun var. Ümumiyyətlə sadələşdirilmiş vergi bəyannaməsi bu bəyannamə yenə deyirəm, rübrik təqdim edilir, hazırlanan bir bəyannamədir. Yəni biz sərləşmiş vergi ödəyicisi isə ildə 4 dəfə hesabat təqdim edirik. Hər rüb bitəndən sonra növbəti ayın 20-sinə qədər. Məsələn, birinci rüb yanvar, fevral, mart. Bu ay birinci rübün sonuncu ayıdır. Mart bitəndən sonra aprel 20-sinə qədər hər kəs bir nəfər kimi sərləşmiş vergi ödəyicisi olaraq bəyannaməni göndərməlidir və 20-sinə qədər də ödənişi etməlidir. Yəni burada həm ödəniş, həm də bəyannamənin göndərilmə tarixi 20-sinə qədərdir. Yəni çalışın, hər zaman mən tövsiyə edirəm ki, çalışın 15-i falan bəyannamənizi göndərin. 5 gün ərzində də, yəni verginizi də eyni gündə ödəyin ki, o 5 gün ərzində gedib büdcəyə çatsın. Yəni ki, getsin şəxsi hesab vərəqəsində otursun. Yəni şəxsi hesab vərəqə bizim vergi vərəqəmizdə, harada ki biz vergi ödənişlərimizi eləyəndə o gəlir ora düşür. Ona görə çalışın 15-i falan o tarixlərdə ödəməyə çalışın. Bəli, sadələşmiş vergi ödəyiciləri başqa kimlər ola bilər? Sadələşmiş vergi ödəyiciləri bu mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin daşımanı, o cümlədən taksi ilə həyata keçirən şəxslər. Burada təbii ki, istisna var, beynəlxalq sərnişin daşımalar istisna olmaq var. Yəni Azərbaycan Respublikasının ərazisində bu taksi sürücüləridir, avtobuslardır. Kim ki sərnişin daşıyırsa, onlar hamısı sadələşdirilmiş vergi ödəyicisidir. Amma onlar sadələşmiş vergi bəyannaməni təqdim etmirlər. Onlar sadələşdirilmiş vergini fərqləmə nişanı əldə edərək onun əsasında ödəyirlər. Həm məcburi dövlət sosial sığorta haqqını, həm vergini, həm də icbari tibbi sığortanı. Yəni bunlarda hesabat təqdim etmək kimi bir öhdəlikləri yoxdur. Onlar sadəcə vergini fərqləmə nişanının əsasını hər dəfə ödəyirlər. Başqa kimlərdir sadələşmiş vergi ödəyiciləri? İdman mərcunlarının operatoru, idman mərcunlarının satıcıları, lotereya təşkilatçısı, lotereya biletlərinin satıcıları olan şəxslər, bunlar da sadələşmiş vergi ödəyiciləridir. Topazdır və s. və ilaxır ki, hansılar ki, mərcun at oyunlarıdır, futbol oyunlarıdır, daha sonra it oyunlarıdır və s. və ilaxır. İdman mərcunları bir sözlə desək, həm operatorları, həm də satıcıları. Bir operator o şəxsdir ki, hansı ki təşkil eləyir bu oyunu. Bir də var satıcıdır. Satıcı da bəzən müqavilə bağlayır və sadəcə o biletləri satır. Yəni ki, burada hər ikisində vergi dərəcəsi fərqli olacaq ki, biz indi ona baxacağıq. Daha sonra mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrin təqdim edilməsinə həyata keçirən fiziki şəxslər. Yəni biz hamı sizinlə fiziki şəxsik. Böyünü var, böyünü yoxdur, fərqi yoxdur. Yəni biz hamısını fiziki şəxsik və biz bugün öz adımıza olan mənzilə gedib satmaq istəsək,
Notarius da bizdən sadələşmiş vergi hesablayıb tutacaqlar. Yəni sadələşmiş vergi də burada da yəni kimin ki öz mənzilin, öz qeyri-yaşayış sahəsini satırsa, bunlar uca sadələşmiş verginin ödəyiciləridirlər və bunlarda onlara da müəyyən vergi güzəştləri var. Və bunlarda hesabat təqdim etməyə ehtiyac yoxdur. Sadəcə o mənzil satanda notariusda alqı-satqı müqaviləsi bağlanında notarius tərəfindən tutulur və büdcəyə köçürülür. Daha sonra kimlərdir? Bunlar sabit vergi ödəyiciləridir. 218.4.4-cü maddəyə əsasən bunlar sabit vergi ödəyicilərdir. Kimlərdir sabit vergi ödəyicilər? Toylarda müğənnilərdir. Yenə deyirəm, burada məsələ ondadır ki, sabit vergi ödəyicilər kim ki, əlavə işçi cəlb eləmədən fəaliyyət göstərir. Yəni fərdi şəkildə fəaliyyət göstərir. Yəni təkəm. Yəni ansamblim yoxdur. Fərdi fəaliyyət göstərən dərzilər, parikmahirlər, salon işçiləri, yəni fərdi qaydada fəaliyyət göstərirlərsə, onlar da yəni sabit vergi ödəyiciləri hesab edilirlər və onlarda sadələşmiş vergi sabit hesablanılır və onlar da hesabat təqdim etmirlər, bəyannamələr təqdim etmirlər. Onlar sadəcə sabit ödənişlər ilə bağlı qəbz əldə edirlər. Bu da neotaxit.gov.az vasitəsilə və öz vergilərini həmin sabit qəbz əsasında ödəyirlər. İstəsələr 1 aylıq ödəyirlər, istəsələr 1 illik ödəyirlər, istəsələr 2 illik ödəyirlər. Yəni onlarda vergi dərəcəsi sabitdir və çalışdığı ərazidən asılı olaraq dəyişə bilər. Yəni burada da əmsallaşdırma baş verir. Məsələn, Bakı ərazisində əmsal daha yüksəkdir, nəinki rayonlarda və s. və ilaxır. Orada da yəni dediyim kimi sabit vergi ödəyiciləri hər aya görə sabit vergi məbləğini ödəyirlər və onlar dediyim kimi fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslərdir, yəni işçi cəlb etmirlər. Daha sonra kimlər sadələşmiş vergi ödəyiciləridir? Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslərdir ki, yəni bunlar torpaq satırlar. Bunlar sadələşmiş vergi ödəyicidir. Burada da yenə vergi hesabat təqdim etməyə ehtiyac yoxdur. Bunlar sadəcə notariusla alqı-satqı müqaviləsi bağlanan zaman vergi onlardan o zaman notarius tərəfindən tutulur və büdcəyə köçürülür. Bəli, yəni bu 218.4-cü maddədə qeyd edilən sadələşmiş vergi ödəyiciləridir. Bizdə həm 218 birinci maddədə var qeyd edilir sadələşmiş vergi ödəyiciləri, 218 4-cü maddədə qeyd edilir. Bunların arasındakı fərq nədən ibarətdir? 218.4-cü maddədə qeyd olunan bütün şəxslər, yəni mənzil satan, qeyri-yaşayış satan, taksi sürücüləri, sabit vergi ödəyiciləri, torpaq satanlar, bunlar lotereya təşkilatçıları satıcı, bunlarda 200 min manat söhbəti yoxdur. Yəni onlar 218.1-ci maddənin müddəalarından asılı olmayaraq sadələşmiş vergi ödəyiciləri. Yəni bunlarda şərt deyil ki, misal üçün mənzilim 250 mindir və mən 250 minlik mənzili satmaq istəyirəm, mən sadələşmiş vergi ödəyicisi ola bilmərəm, çünki limit var 200 min. Yox. Bunlara aid deyil. Bunlarda həmin 218.1-ci maddənin müddəalarına asılı olmayaraq onlar yenə də sadələşmiş vergi ödəyicilərdir. Yəni onlara aid deyil bu ardıcıl 12 aylıq dövr müstəqilliyə aiddir 200 min manata qədər olan dövriyyə. Bəli, yəni ki, eyni qaydada, yəni biz artıq baxdıq ki, kimlər sadələşmiş vergi ödəyicisi ola bilər? Eyni qayda sadələşmiş ödəyicisi olmayan şəxslər də var ki, onlar heç bir halda sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Misal üçün, bu kimlərdir? Kimlər ki, heç bir halda sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Bunlar dediyim kimi aksizli və məcburi nişanlama ilə nişanlamalı olan mallar istehsal edən şəxslər. Yəni aksizli mallar hansılardır? Spirtli içkilər, tütün məhsulları. Yəni bunların istehsalçıları və yenə də istehsalçıları satıcıları deyil. İstehsalçıları heç bir halda sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Məsələn, istehsalçı kimdir Azərbaycanda? Spirtli içkilərin. Məsələn, Xırdalan pivəsidir, Əfsanə pivəsidir. Düzün başqa nə? Bizim az qranata var, hansı ki istehsalçıdır, çaxırlar istehsal edir. Bəli, bunlar aksizli məhsulun istehsalçılarıdır. Onlar sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Onlar fəaliyyətə başlayan ilk gündən ƏDV ödəyicisidir. Daha sonra kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları, qiymətli kağızlar bazarında lisenziya yaşlı şəxslər, lombardlar, qeyri-dövlət pensiya fondları, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər, bunlar heç bir halda sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Daha sonra müəyyən edilmiş təbii inhisar subyektləri, bunlar hansılardır? Azərişıqdır, Azəriqazdır, Azərsudur, yəni onlar da sadələşmiş vergi ödəyicisi ola bilmirlər. Əsas maddələrdən biri odur ki, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər. Ümumiyyətlə, ilk öncədə qeyd edim ki, əsas vəsaitlər nədir? Əsas vəsaitlər müəssisənin dəyəri 500 manatdan olan və istifadə müddəti 1 ildən çox olan maddi varlıqlardır. Yəni, əsas vəsaitlər bizim misal üçün nəqliyyat vasitələrimizdir, avadanlıqlarımızdır,
bizim binamızdır, mənzilimizdir, yüksək texnologiya məhsullarıdır, kompüterdir, printerdir. Hansının dəyəri 500 manatdan çoxdursa və istifadə müddəti 1 ildən çoxdursa və mən bunu satmaq üçün almamışam, sadəcə misal üçün alıram ki, istifadə edeyim, pul qazanam. Misal üçün ofis alıram. Mən ofisi nə üçün alıram ki, orada işləyim, istifadə edeyim ofisdən və pul qazanın. Yəni əsas vəsait biz onu istifadə edib qazanc əldə edirik. Satmaq məqsədi ilə almırıq. Və əgər sizin ilin əvvəlinə qalıq dəyəriniz 1 milyon manatdan çoxdursa, əsas vəsaitləriniz dəyəri, siz artıq sahibləşmiş vergi ödəyicisi ola bilərsiniz. Sonra rüb ərzində işçilərin orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər. Yəni, əgər sən istehsalla məşğulsansa, nə bilim, bir dənə zavod, balaca bir zavodun var, balaca bir anbarın var, orada çörək istehsalla məşğulsan, şirniyyat istehsalla məşğul, konfet, fərqi yoxdur. Yəni, sən istehsalla məşğulsansa, rüb ərzində sən o işçilərin orta sayı 10 nəfərdən çox olmamalıdır. Əks təqdirdə sən sadələşmiş vergi ödəyicisi ola bilməyəcəksən. Yəni hər zaman biz əgər istəyirik ki, az vergi ödəyək, yəni sadələşmiş vergi nədir? Az vergi ödəmək deməkdir. Yəni 2%-dən ödəmək deməkdir. Yəni bax, yəni digər vergi rejimlərinə müqayisədə ən az budur. 2% sadələşmişdir. Çünki ədəbi vergi 18%-dir, mənfəət də 20%-dir. Ona görə çox vaxt sahibkarlar çalışırlar ki, yəni ki, qanunvericilikdən kənara çıxmasınlar ki, az vergi dərəcə ilə vergilərini ödəsinlər. Və burada da yəni ki, yəni çıxmaq istəmirsinizsə, sadələşmiş vergi rejimindən işçi sayınız 10 nəfərdən çox olmamalıdır, amma yenə də bu istehsal fəaliyyətini həyata keçirən şəxslərə aiddir. Yəni istehsala, şirniyyat, nə bilim, piçenya, nə bilim, mebel istehsalı, yəni fərqi yoxdur. İstənilən istehsaldan aiddir. Daha sonra, əgər sizin fəaliyyətiniz yalnız topdan satış ticarət fəaliyyətidir, yəni topdan satış ticarət fəaliyyəti nədir? Biz məhsulumuzu satırıq vergi ödəyicilərinə. Yəni biz əgər fəaliyyətimiz yalnız mən məhsullarımı satıram vergi ödəyicilərinə, mən sadələşmiş vergi ödəyicisi ola bilmərəm. Amma əgər mən satıram pərakəndə ticarətlə məşğul olan şəxslərə, əhaliyə satıramsa, belə olan zaman artıq mən sadələşmiş vergi ödəyicisi ola bilərəm. Yəni bəli, yalnız topdan satış ticarət fəaliyyəti. Təbii ki, burada da belə bir incə məqam var ki, əgər biz həm əhaliyə satırıq, həm də vergi ödəyicilərinə satırıqsa, orada incə məqam var ki, elə olan halda biz sadələşmiş vergi ödəyicisi kimi fəaliyyətimizi davam edə bilərik. Misal üçün, tutaq ki, adi bir ən asan misal, mən sadələşmiş vergi ödəyicisiyəm. Həm mühasibatlı xidmətləri göstərirəm, misal üçün şirkətlərə, qaimə kəsirəm. Yəni, topdan ticarət nədir? Qaimə kəsmək deməkdir. Həm də ki, əhaliyə xidmət göstərirəm. Yəni, seminar keçirdirəm, kurs keçirəm, insanlara təhsil öyrədirəm. Yəni, mənim 2 fəaliyyətim var və mən sadələşmiş vergi ödəyicisi kimi fəaliyyətimə davam edə bilərəm yalnız bir şərtlə. Ki, mənim topdan ticarətdən əldə etdiyim gəlir ümumi dövriyyənin 30%-dən çox olmamalıdır. Misal tutaq ki, birinci rübdə mənim 10.000 gəlirim olub. 10.000 gəlirim tutal. Bunun əgər 30%-i topdan ticarətdəndirsə, 70% əhalidənsə, yəni 3.000 manatlıq xidmət göstərmişəm, qaimə vurmuşam. 7.000 manatlıq isə kurslar keçmişəm, seminarlar keçmişəm. Onda mən sadələşmiş vergi ödəyicisi ola bilərəm. Çünki ümumi dövriyyənin 30%-dən çox deyil. Amma misal üçün, əgər mən 5.000 manatlıq qaimə kəsmişəm və 5.000 manatlıq təlim keçmişəmsə, onda mən sadələşmiş vergi ödəyicisi ola bilməyəcəm. Çünki mənim qanuna əsasən ümumi dövriyyəmin 30%-dən artıqdır. Topdan ticarətdən əldə etdiyim gəlir. Ona görə belə bir hallarda da mühasiblər buna diqqət edirlər. Bu həm ticarətə də aiddir, həm xidmətə də aiddir. Yəni həm ticarətdə də belə bir mal satışı, həm mən toptancılara satıram, həm də pərakəndə əhaliyə satıram. Burada da yenə 30% məsələsi qorunmalıdır. Bəli, yəni ki, kimlər başqa ola bilməz sadələşmiş vergi ödəyiciləri? Qızıl satanlar, Moskva Univermaqı, Cum, yəni qızıldan hazırlanmış zərgərlik məmulatları, almazın satışına həyata keçirən şəxslər, bunlar sadələşmiş vergi ödəyicisi ola bilməz. Onlar gəlir vergi ödəyicisidir. Xəzəri məmulatlarının satışına həyata keçirən şəxslər, yəni şubaları satan şəxslər, Karolina Valiant, onlar sata bilmir, onlar sadələşmiş vergi ödəyicisi ola bilməzlər. İcbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər. Yəni lisenziya tələb olunan fəaliyyət növləri hansılardır? Məsələn, tikinti sahəsidir, həkimlərin lisenziyası olmalıdır. Da, yəni ki, burada radiodur. Yəni lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər də heç bir halda sadələşdirilmiş vergi ödəyicisi ola bilməzdərlər. Və publik hüquqi şəxslər, onlar da sadələşmiş vergi ödəyicisi ola bilməzlər. Publik hüquqi şəxslər, misal üçün, biz bilirik ki, dövlət bizdən göstərdiyi xidmətə görə rüsum ala bilər.
Düzdürmü? Yəni qəza xidmətdə biz gedirik, məsələn, pasport biz dəyişdiririk, rüsum ödəyirik. Yəni dövlətin bizə göstərdiyi xidmətə görə biz ancaq rüsum ödəyirik. Все. Və vergi ödəyirik qazancımıza görə. Başqa dövlət bizdən heç bir yolla pul ala bilməz. Burada belə bir məsələ var ki, publik hüquqi şəxslər bunun üçün yaradılıb ki, yəni dövlət ala bilmədiyi vəsaitləri publik hüquqi şəxs alır. Misal üçün, ödənişli təhsil haqqı. Universitetlərin çoxusu publik hüquqi şəxslərdir və onlar ödənişli publik universitetlərə ödəyirlər və təhsil haqqını publik hüquqi şəxs ödəyir. Yəni ki, publik hüquqi şəxslər dövlət tərəfindən yaradılan, amma dövlət müəssisəsi olmayan müəssisələrdir. Onlar da sadələşmiş vergi ödəyicisi ola bilmirlər. Bəli, bizdə sadələşmiş vergidən azad olmalar da var, müəyyən azad olmalar var, amma bu artıq bizim üçün əsas məsələlərdən biri ondan ibarətdir ki, biz sizinlə yavaş-yavaş keçək bəyannaməmizə. Ümumiyyətlə, sadələşmiş vergidə dediyim kimi dərəcə necə olur? 2% dövriyyəsi 200 min manata qədər olan şəxslərdə 8% ictimai yaşam fəaliyyəti ilə məşğul olan şəxslərdə, hansı ki, dövriyyəsi 200 min manatdan artıqdır. Əgər artıq deyilsə, onlar da 2%-dən ödəyirlər. Daha sonra bizdə sərnişin daşımanı həyata keçirən şəxslərdə bunlarda sadələşmiş vergi dediyim kimi xüsusi nişanına əsasən, fərqləmə nişanına əsasən ödənilir və avtobuslarda bir oturacaq yerinə görə 1 manat 80 qəpidir. Taksilərdə birdən taksi 9 manat ödəyir. Aylıq məbləğ sadələşmiş vergi ödəyicisi. Burada da təbii ki, onlar çalışdığı ərazidən asılı olaraq əmsallaşdırılır. Məsəl üçün Bakıda taksi çalışırsa 9 manat vururuq 2-yə. Əmsal 2-dir. Yəni 18 manat hər ay sadələşmiş vergi ödəməlidir. Deməli, mənzil satışını həyata keçirən şəxslərdə də onlarda da yaşayış yerindən asılı olaraq əmsallaşdırma baş verir və torpaq satışını həyata keçirən şəxslərdə. Yəni bunlar sizə lazım olmayacaq. Yəni ki, mənzil satışı ilə, torpaq satışı ilə məşğul olacaqsınız. Zaten siz notariusa gedəndə notarius özü hesablayacaq və sizə sadələşmiş vergini deyəcək. Və sabit vergi ödəyiciləri. Görürsünüz ki, sabit vergi ödəyicilərdə də hər fəaliyyətə uyğun olaraq onlarda da sabit vergidir. Misal üçün, fərdi qayda bərbər fəaliyyəti ilə məşğul olan şəxslər, onlarda aylıq sabit ödəniş 15 manatdır. Amma baxır, bərbər harada çalışır? Bakıda çalışırsa, bərbər 15 manata vuracaq 2-yə 30 manat hər ay ödəyəcək sadələşmiş vergi. Əgər Gəncədə çalışırsa və Gəncə Sumqayıt xırdalanında 15 manata vuracaq 1,5-ə. Və s. və ilaxır. Yəni burada da sabit vergi ödəyicilərin siyahısı qeyd edilib. Çəkməçi, pinəkçilər, dayələr, fərdi qaydada sürücü fəaliyyəti göstərənlər, aşpazlar, bağbanlar, bərbərlər, dərzilər, baytarlar kimi fərdi qaydada fəaliyyət göstərir. Onlarda da vergi ödəyicisi vergi dərəcəsini elə ödəyirlər. Yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər, onlar sadələşmiş vergi ödəyicisi ola bilməzdələr. Onlar sadələşmiş vergi deyirlər. Onlar artıq keçən ildən onlarda artıq ləğv edildi sadələşmiş vergi rejimi. Keçən ildən onlarda artıq fəaliyyət göstərə bilmirlər sadələşmiş vergi ödəyicisi kimi. Deməli, keçək yavaş-yavaş bizim bəyannaməmizə. Mən sizə bugün BTP proqramı vasitəsilə izah edəcəm bəyannaməni. Amma bəyannamə sadələşmiş vergini onlayn qaydada da hazırlaya bilərsiniz. Yəni, artıq zaten sadələşmiş vergi bəyannaməsi onlayn qaydada hazırlanır. Amma BTP-də hazırlanan bəyannamə ilə onlayn bəyannamənin arasında heç bir fərq yoxdur. Özünüz də onu işləyəndə görəcəksiniz. Deməli, fayl yeni sadələşmiş vergi bəyannaməsi. Buradan bizim bəyannaməmiz açılır. Və burada sadələşmiş vergi bəyannaməsinin vergi orqanı, vergi dövrü, rübh və il. Vergi orqanı ümumiyyətlə fəaliyyətə başlayan hər bir vergi ödəyicisi hüquqi ünvanın ərazisindən asılı olaraq onun vergi orqanı dəyişilə bilər. Və biz hansı vergi orqanında çalışdığımızı öyrənmək istəyiriksə, biz öz kabinetimizdən, elektron kabinetimizdən, yəni neotaxis.gov.az-dan şəxsi məlumatlardan baxa bilərik biz hansı vergi orqanında fəaliyyət göstəririk. Yəni də vergi orqanı olaraq adətən ən məşhuru bu lokaldır. Lokal 19 nömrəli vergi rejimidir. Vergi dövrü dediyim kimi sadələşmiş vergi bəyannaməsi rüblük hazırlanır. Rüblük hazırlanan vergi bəyannamələrinə aiddir. Rüb olaraq biz sizinlə bugün 4-cü rübü seçəcəyik. Çünki 4-cü rüb ən çətin rübdür. Nəyə görə? 4-cü rübdə ən belə məşhur olan əlavə 1 hazırlanır. Əlavə 1 yəni bizim balansımızdır. Balans yəni müəssisənin il ərzində nəyə sahib olduğunu göstərən bir hesabatdır.
Bizim balansımız aktivlər və passivlərdən ibarətdir. Müəssisənin nəyi var və bu aktivlərin yaranma mənbəyini göstərən bir hesabat növüdür. Və deməli göstərir ki, biz 2024-cü ilin hesabatını sizinlə hazırlayacağıq. Mən praktiki olaraq belə bir Excel-də məlumatlar sizin üçün hazırlamışam. Müəssisə nə ilə məşğuldur, hansı fəaliyyətlə məşğuldur və s. və ilaxır. 1, 2, 3 bəs nə zaman hazırlanır? İndi keçici ora Məryəm xanım, narahat olmayın. İndi hamısına bir-bir baxacağıq. Hamısının izahını verəcəm. Deməli, bizdə şirkət, deməli, burada yenə də məlumatları o formal olaraq qeyd edirəm. Yəni, biz burada qeyd edirik böyünü, daha sonra adı qeyd edirik, şirkətin adını qeyd edirik. Və bu məlumatları da siz təbii ki, hardan götürə bilərsiniz? Şəxsi məlumatlardan götürə bilərsiniz. Zaten onlayn bəyannamə hazırlayanda bu məlumatları bura qeyd etmək ehtiyac olmayacaq. Onlaynda avtomatik olaraq onlar çıxır. Mobil nömrə, burada siz öz əlaqə nömrənizi, mühasibədən əlaqə nömrəsini qeyd edə bilərsiniz, yaxud da bəyannaməni hazırlayan şəxsin nömrəsini qeyd edə bilərsiniz. Kim ki, bu bəyannaməyə görə cavabdehlik daşıyır ki, sabah vergi əməkdaşı bəyannamə ilə yaranan hər hansı bir suala görə sizinlə əlaqə saxlaya bilsin bu nömrə vasitəsilə. Təqdim olunmuş əlavələrin sayı hələ ki 0 yazıram, amma biz birazdan bunlara baxacağıq və müəyyən edəcəyik ki, bizə neçə dənə əlavə lazımdır. Bəyannamənin növü cari, yəni əgər siz ilk dəfə bəyannaməni hazırlayırsınızsa bu cari bəyannamə hesab edilir. Dəqiqləşdirilmiş, əgər siz misal üçün bəyannaməni ilk dəfə hazırladınız, göndərdiniz və hər hansısa bir səhv aşkar edildi, ya özünüz aşkar edə bilərsiniz o səhvi, yaxud da vergi orqanı sizə uyğunsuzluq məktubu göndərə bilər ki, sən bəyannaməni səhv göndərmirsən, bunu düzəliş ver, dəqiqləşmiş ver. O ikinci dəfə biz dəqiqləşmiş hesabat veririk. Ümumiyyətlə, dəqiqləşdirilmiş bəyannaməni biz son 3 ilə qədər son 3 ili əhatə edən dövrə görə biz dəqiqləşməyə apara bilərik. Misal üçün, bugün 2025-ci il martın 13-üdür. Biz 3 il bundanki əvvəlki dövr hansı olacaq? 2022-ci il martın 13-ü. Yəni 2022-ci ilin martın 13-ünə qədər mən ancaq dəqiqləşmə verə bilərəm. Ondan əvvəlki dövrə heç bir düzəliş və dəyişiklik elə bilmirəm. Çünki zaten yoxlama gələndə, səhiyyə vergi yoxlaması gələndə zaten bizim son 3 ilimizi əhatə edən dövrü yoxlayır. Yəni dəqiqləşdirilmiş bəyannamə növü biz istənilən en qədər göndərə bilərik. Yəni ta ki düz olana qədər siz bunu göndərə bilərsiniz. Ləğv olunma və ləğvin dəqiqləşməsi. Ümumiyyətlə, müəssisə fəaliyyətini dayandıranda, ləğv eləyəndə, ləğv edilən tarixdən 30 gün ərzində siz ləğv olunma bəyannaməni hazırlayıb təqdim etməlisiniz və ləğv olunmanın da eyni qaydada dəqiqləşdirməsini də siz, yəni ləğv olunma birinci dəfə təqdim edəndə ləğv olmadır. Əgər sonra səhv aşkar edilirsə, ləğvin dəqiqləşdirilmişini verə bilərsiniz. Gəlir analoji. Analoji bəyannaməni vergi ödəyicisi özü təqdim edə bilməz. Analoji bəyannamə vergi orqanı tərəfindən təqdim edilən bir bəyannamə növüdür. Misal üçün, biz hesabatımızı vaxtında vermədiyimiz təqdirdə vergi orqanı bizim fəaliyyətimizə uyğun olaraq analoji bəyannamə təqdim edə bilər. Bizim yerimizə, yəni vergi orqanı hesabat təqdim edə bilər. Görürsünüz ki, biz seçmək istəyəndə burada artıq çıxır ki, vergi ödəyicisi analoji bəyannamə təqdim edilə bilməz. Sonra gəlirik könüllü açıqlama. Könüllü açıqlama, misal üçün, bizi yoxlama gəlib, səhər vergi yoxlaması və biz səhər vergi yoxlaması zamanında biz istər özümüz, yəni könüllü açıqlama olaraq hansısa bir hesabatımızı göndərə bilərik. Yəni ki, hər hansısa bir vergi cərimələrdən azad olmaq üçün, misal üçün, könüllü açıqlama verəndə, maliyyə sanksiyası bizə tərtib edilmişsə, onun yarısı miqdarında azaldıla bilər. Yəni ki, belə deyək, suçumu özüm boynuma alıram və könüllü açıqlama verirəm. Bu tipdə bir hesabat növü gedir. Biz bugün sizinlə carini baxacağıq. Əgər sizdə bəyannamə dəqiqləşdirilmişdirsə, burada dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi barədə bildiriş nömrəsi var. Biz adətən vergidən məktub gələndə, uyğunsuzluq məktubu gələndə orada bildiriş təqdim edilir və biz o bildirişi əlavə edirik bura ki, mən bu bildirişə uyğun olaraq dəqiqləşmiş bəyannamə təqdim edirəm. Belə. Və burada gəlirik şəhadətnamə nömrəsi və şəhadətnamə tarixi. Bu, yalnız kim tərəfindən doldurulur? Sadələşdirilmiş ödəyicisi olan sənaye və texnologiya parklar tərəfindən, hansılar ki, sadələşmiş vergi ödəyicisidir və onlar 0,5% onlar sadələşmiş vergini ödəyirlər və sənaye və texnologiya parkları, biz Azərbaycanda 3-4 dənə sənaye texnologiya parkı var da, bu Pirallahidə yerləşir, daha sonra Sumqayıtda var, STP sənaye parkı. Yəni, əgər onlar da sadələşmiş vergi ödəyicisi olaraq fəaliyyətə göstərilərsə, onlar ümumiyyətlə, Sənaye Texnologiya Parkı 2002-dən keçmək üçün İqtisadiyyat Nazirliyindən onlara şəhadətnamə verilir ki, hə, bu şirkət Sənaye Texnologiya Parkıdır, bu müəssisə və şəhadətnamə nömrəsi və tarixi o zaman bura qeyd edilir. Yəni ki, əgər Sənaye Texnologiya Parklardan söhbət gedirsə.
Bəyan ediləcək məlumatım yoxdur. Əgər bizim ümumiyyətlə fəaliyyətimiz olmayıb, sadəcə biz vergi orqanında vergi rejimimiz aktiv olduğuna görə biz bəyan edəcək məlumatımız yoxdur və boş hesabat göndərir. Yəni boş hesabat bu deməkdir ki, bəyan ediləcək məlumatım yoxdur. Əgər bizim fəaliyyətimiz olubsa, biz keçirik növbəti hissələrə. Ümumiyyətlə, bəyannamə iki hissədən ibarətdir. Əsas hissədən və əlavələrdən. Əsas hissə bizim vergilərimizin hesablanan hissəsidir. Əlavələr isə bizdə açıqlamalardır. Göstərdiyimiz məbləğlərin açıqlamalarıdır. Bizdə ümumiyyətlə 3 dənə əlavəmiz var. Əlavə 1, əlavə 1 yalnız ilin sonunda 4-cü rübdə hazırlanır. Bayaqlar sizə dediyim kimi bizim balansımızdır. Balans nədir? Bayaqlar dediyim kimi bu müəssisənin nəyə sahib olduğunu göstərən bir hesabat növüdür. Bu maliyyə hesabatıdır. Əlbəttə ki, dostlar, biz sizinlə bugün bunu keçəcəyik. Mən sizə bunu ən rahat şəkildə hazırlanmanı üsulunu öyrədəcəm. Amma bir çox mühasiblərin bugün yaralı yeri biz bilirik ki, balansdır. Və bugün mənə müraciət edən, konsultasiya üçün müraciət edən mühasiblərin 90%-i sırf balansı hazırlaya bilmədikləri üçün müraciət edirlər. Balans verginin mövzusu deyil. Balans hesabatı maliyyə uçotu təliminin mövzusudur. Və bu 12 dərsə əhatə edilir. Yəni, təbii ki, mən sizə nəyə görə bunu izah edəyəm ki, yəni biz bugün sizinlə bunu keçəcəyik, mən sizə izah edəcəm. Amma hər hansısa bir çətinlik çəkirsinizsə, o demək ki, sizin maliyyədə boşluğunuz var. O boşluğu doldurmaq lazımdır. Yəni bu əlavə bir nəyə sahib olduğumuzu göstərən bir hesabat növüdür. Və misal üçün bir fərd olaraq otururuq özümüz öz balansımızı çıxardırıq. Mənim 30 yaşım var, mənim nəyim var? Tutaq ki, mənim bir 50 minlik maşınım var, bir 100 minlik evim var və bankda da 10 min pulum var. İndi sual, bunu sən hardan da xeyir ola səndə bu qədər 50 minlik maşın, 100 minlik ev, 10 min bankda pul, hardan yaranıb bu? Yəni yaranma mənbəyi nədir? O pis biblər soruşur, sırası qurtdu. İndi hardan yaranıb bu aktivlərin? Nəyə görə? Pul mənim aktivimdir, bina mənim aktivimdir, maşın mənim aktivimdir. Yəni bunlar mənim aktivlərimdir. Və nəyə? Bunların yarama mənbəyi mənim passivlərimdir. Misal üçün, 100 minlik evi mənim atam-anam kapital kimi mənə verib. Bu mənim nəyim olacaq? Kapitalım olacaq, nizamlı kapitalım olacaq. Atam-anam mənə verib pay olaraq. 50 minlik maşını işləyib qazanmışam. Tutaq ki, işləyib qazanmışam, bu mənim il ərzində fəaliyyət göstərmişəm, gəlir əldə etmişəm, xərclərim olub, gəlirlə xərc arasındakı fərq mənim mənfəətimdir. Və o mənfəətim, yəni qazancıma görə mən maşın almışam, 50 minlik maşın. Və sonuncu 10 min manat mənim bankda pulum var. Niyə? Yəni kreditə götürmüşəm. Yəni görürsünüz ki, bizim aktivlərin yarama mənbəyi bir ola bilər ki, kredit, bir ola bilər ki, kapital, üçüncü də ola bilər ki, qazanc. Bölüşdürülmüş mənfəət hesabına əldə etmişəm. Və burada da hər bir şirkət üzrədir, biz onu göstərməliyik ki, şirkətin nəyi var və bunu necə qazanıb, nəyin hesabına olub. Bəli, sonra gəlir əlavə 2. Əlavə 2 bu, əgər müəssisənin icarəyə götürdüyü bir obyekti var və icarə haqqı üzrə o ödəmə mənbəyində vergi cəlb edilirsə, bu artıq daşınan və daşınmaz əmlakdan söhbət gedirək. Biz icarə nəqliyyat vasitəsi də götürə bilərik. İcarəyə biz eyni qaydada da mənzil götürə bilərik, ofis götürə bilərik. Biz bilirik ki, bugün sahibkarlar fəaliyyətlə məşğul olduğu zaman mütləq şəkildə bir çoxsuna ofis lazım olur, ambar lazım olur, istehsalla məşğul olanlarda zavodlar lazım olur və biz icarəyə götürürüksə, öz obyektimiz yoxdursa, təbii ki, biz bilirik ki, obyekt olan ümumiyyətlə obyektlərin dəyəri çox yüksəkdir. Çox vaxt biz icarəyə müraciət edirik, icarə növünə və o zaman biz artıq əlavə 2-də rubrik olaraq icarə haqqında məlumatlarımızı göstəririk. Ümumiyyətlə, bu əlavə 2 ilə əsas hissədə bu hissə, bu ümumi bəyannaməsinin ayrıca bir hissəsidir əslində. Misal üçün, ümumi bəyannaməsinin ayrıca bir bəyannamə növü var. Amma sadələşmiş vergi ödəyiciləri icarə ilə bağlı ümumiyə aid olan hissəni elə icarə sadələşmiş vergi bəyannaməsində doldura bilirlər. Bu əlavə 2-dir, sonra gəlir əlavə 3. Əgər bizim birdən çox obyektimiz varsa, misal üçün, marketlər. Yəni, Bravo'nun 150 dənə marketi var. Və 150 dənə marketin biz hamısını göstərməliyik ki, yəni birdən çox obyektimiz varsa. Bravo göstərir ki, mənim 150 dənə obyektim var. 1, 2, 1 hamısını doldurur. Yaxud da 150 deməkdir. Tutaq ki, 5 dənə deyək. Birinci obyektim, ikinci obyektim, üçüncü obyektim, dördüncü obyektim, beşinci obyektim. Obyektin adı, misal üçün, Bravo Halqlar Dostluğu, Bravo Əhmədli, Bravo Buzovna, Bravo Mərdəkan, Bravo Suraxanı və s. Burada obyektin adı qeyd olunur. Obyektin kodu isə ümumiyyətlə
Vergi orqanı bizim haqqımızda maksimal dərəcədə hər şeyi bilmək istəyir. Harda işləyirsən, nə ilə məşğulsan, nə qədər qazanırsan, necə qazanırsan. Yəni hər şeyi çox belə açıq vəziyyətdə bizdən tələb edir ki, biz ona məlumatı verək. Və əgər biz obyekt götürürüksə, öz obyektim olsun fərqi yoxdur, icari obyekt götürün fərqi yoxdur. Biz yəni vergi orqanına məlumat göstəririk ki, ay vergi orqanı, mən məsəl üçün fəaliyyət göstərirəm, filan yerdə mən öz evimdə göstərirəm. Mənzilimdə, mülkiyyətimdəki kimi göstərirəm bunu. Və yaxud da ki, icarəyə götürmüşəmsə, mən göstərim ki, mən icarəyə götürmüşəm bu obyekti. Və biz icarəyə götürəndə obyekti təsərrüfat subyektinin obyektinin qeydə dair ərizə göndəririk ki, ay vergi mən bu obyekti öz adıma götürürəm. Mən burada yəni icarə götürmüşəm və burada işləyəcəm. Vergi orqanı bizə həmin obyektə görə kod verir ki, ala, sən bu vergi orqanında bu kod əsasında çalışacaqsan. Və hər bir obyektin kodunu biz burada qeyd edirik. Daha sonra hər bir obyekt üzrə ayrı-ayrıca göstəririk. Nə qədər satışım olub, misal üçün, Bravo xalqlarda 50 min satış olub, 50 mində pul gəlib. Nə bilim, Bravo Mərdəkanda 100 min satışım olub, 100 min pul gəlib. Yəni ki, bu hissə yalnız birdən çox artıq təsərrüfat subyekti olan vergi dövlət tərəfindən doğrulanan bir hissədir. Əlavə 2 2, əlavə 2, 2 hanı? Əlavə 2, yox. Burada demək bir əlavə 2 var, bu deaktiv hissədir. Əlavə ikinci hissə isə bu artıq ÖMV hissəsidir ki, bunu biz zaten praktikada narahat olmayın. İndi izah edəndə sizə misalı keçəcəyim. Və bizim əsas hissə bu vergilərin hesablama hissəsidir. Burada iki hissə deaktivdir. Yəni muzlu işlə əlaqədar verginin hesablaması hissəsi. Çünki siz bilirsiniz ki, artıq bizim ayrıca bir vahid bəyannamə adlı bir bəyannaməmiz var və biz muzlu işlə əlaqədar verginin hesablaması ilə bağlı məlumatları ayrıca vahid bəyannamədə qeyd edirik. Yəni artıq burada sadələşmiş vergidə bunu qeyd etməyə ehtiyac yoxdur. Burada iki dənə aktiv hissə var əsas hissədə. Bu ÖMV hissəsidir. Yenə bu ÖMV hissəsi mütləq şəkildə əlavə 2 ilə bərabər olmalıdır. Və verginin hesablanması hissəsi. Verginin hesablanması hissəsi artıq müəssisəyə nə qədər satış olub, nə qədər satışdan pul gəlib. Onu qeyd olunan bir hissədir. Bir neçə filialı varsa, hər filiala görə 200 mini keçmir. Əlbəttə ki, yəni siz bir Vöyünə adı altında fəaliyyət göstərsə, bir vergi ödəyicisidir də bu. Yəni bir neçə filialı olsa ona fərqi yoxdur. Əsas odur ki, siz bir Vöyün altında fəaliyyət göstərirsinizsə, həmin Vöyün üzrə sizin dövriyyəniz 200 mini keçməməlidir. Əgər 2% fəaliyyət göstərmək istəyirsinizsə. İndi keçək bizim praktikamıza. Deməli, bizim müəssisəmiz First hüquqi şəxsdir. 25 dekabr 2023-cü ildən fəaliyyət göstərir. Qeydiyyat tarixi o deməkdir ki, fəaliyyətə başlayıb, vergi ödəyicisi olaraq fəaliyyətə başlayıb. Nizamnamə kapitalı 10 manatda, 10 manat o deməkdir ki, nizamnamə kapitalı nədir? Şirkət yaradılanda, birlikdə heç kəs cibi boş, cibində pul olmaya heç kəs gedib şirkət yaratmaz. Düzdürmü? Bizim ən azı 5-10 manat qıraqda pulumuz olmalıdır ki, biz gedək şirkət yaradaq. Və bu 5-10 manat nədir? Nizamnamə kapitalı. Yəni şirkətin yaradılması üçün şirkətin mülkiyyətçiləri tərəfindən yaxud yəni təsisçiləri tərəfindən bu şirkətin yaradılması üçün qoyulan kapitaldır. Yəni nizamnamə kapitalı. Bu 10 manat. Bəli, yəni normal bu təbii ki, Azərbaycanda MMC-lərdə, məhdud məsuliyyətli cəmiyyətdə minimal və maksimal hədd yoxdur nizamnamə kapitalında. Ona görə çox adam minimal yazır 10 manat və elə də fəaliyyətə başlayır. Yəni təbii ki, heç kəs 10 manat cibində pulla şirkətə başlamaz. Bu prosta rəsmiyyətə görə 10 manat gedirlər nizamnamə kapitalı. Və fəaliyyət bizdə sahələrdə məsləhətlərin verilməsi üzrə xidmətdir. Yəni bu xidmət fəaliyyəti ilə məşğuldur və məsləhət verir. Bu məsləhət ola bilər reklam məsləhəti, marketinq məsləhəti, mühasibatlıq məsləhəti, yəni məsləhət, nə bilim, tur agentliklər məsləhət verirlər və s. Yəni məsləhət fəaliyyəti ilə məşğuldur. Daha sonra deməli biz bir bəyannaməni hazırlayanda biz mütləq şəkildə Excel-də bu məlumatları doldurmalıyıq. Hansı məlumatları? Yəni 4-cü rübdən söhbət gedirsə, nəyə görə 4-cü rübdə biz bu məlumatları doldururuq? Çünki biz balansı yığmalıyıq. Balansda bir ilə əhatə elədiyinə görə biz il ərzində alışlarımızı və satışlarımızı çıxardırıq. Alışlarımız, yəni ümumiyyətlə bir müəssisə alışları həm nəqd eləyə bilər, həm elektron qaymə əsasında eləyə bilər, yəni topdan ticarət, həm də ki, alış aktı vasitəsilə və yaxud da ithal eləyə bilər. Düzdür? Yəni biz xaricdən ithal edib burada sata bilərik. Hər hansısa bir malı Azərbaycandan misal üçün nəsə alıb sata bilərik və s. Yəni burada alışımızı alış aktı əsasında göstəririk, elektron qaymə əsasında göstəririk və ithal. Yəni yük gömrük bəyannamə əsasında göstəririk. Alış elektron qaymə fakturu olaraq bizim neotaxis.gov.az portalında
öz şəxsi kabinetimizdən çıxarda bilirik. Gələn elektron qaymələr. Yəni gələn elektron qaymələr mənim alışlarımdır. Alış elektron qaymə fakturalardır. Və görürük ki, 2024-cü il ərzində mənə 28 dənə qaymə gəlib. Ondan deməli 12-si hər aya görə mühasibatlıq xidmətlərinə görə mənə qaymə gəlib. Daha sonra bir dənə qaymə gəlib kassa aparatı kimi, daha sonra aylıq kassa xidmətinə görə mənə qaymə gəlib. Sonra sığorta xərci, məsələn, şirk işçilərimi sığorta eləmişəm və 2 dənə də notebook almışam. Notebooklar müəssisənin əsas vəsaitidir. Nəyə görə? Çünki görürsüz dəyəri 500 manatdan çoxdur və biz notebooku əgər satmaq məqsədi ilə almamışıqsa, bu mənim əsas vəsaitim. Yəni mən bunu istifadə edəcəm. Mən mühasibə verim, işara verim, işləsinlər, iş maaşıdsınlar. Yəni ki, burada istifadə edib qazanc əldə edirəm. Və burada dediyim kimi mühasibatlıq xidmətdə müəssisənin xərcidir. Kassa aparatına kassa xidməti bu da müəssisənin xərcidir. Sığorta da bu da müəssisə üçün xərcdir. Yəni bunlar hamısı müəssisənin xərcidir. Fikir versiniz ki, bəziləri ƏDV ödəyicisi deyirlər, yəni ƏDV məbləği yoxdur. Bəziləri ƏDV ödəyicilərdir. Misal üçün Omnitel. Bu ƏDV ödəyicisidir. Mən sadələşmiş vergi ödəyicisi olaraq ödədiyim ƏDV-ləri əvəzləşdirə bilmədiyim üçün mənim üçün bunun həm əsası, həm də ƏDV-si mənim xidmətimin dəyəri olacaq. Yəni ƏDV ödəyicilərdə biraz fərqlidir. Onlar ödədikləri ƏDV-ləri xidmətin dəyərinə əlavə etmirlər, çünki onu əvəzləşdirirlər, sonra qaytarırlar. Ödədiyim ƏDV-ni sonra qaytarır. Necə ki biz gedirik Araz marketdə produkt alırıq, produkt alırıq, sonra nə edirik? Çeki götürürük, ƏDV geri al. Yəni ƏDV-nin müəyyən hissəsini geri qaytarırıq da, 17,5%-ni geri qaytarırıq əgər kartını alırızsa. Amma ƏDV ödəyiciləri kim ki, ƏDV ödəyicisi kimi getdilər, onlar ödədiyi bütün ƏDV-ni geri qaytarırlar. Ona görə onlar məhsulun dəyərinə və yaxud da xidmətin dəyərinə əlavə etmirlər. Amma biz sadələşmiş vergi ödəyicisiyik. Sadələşmiş vergi ödəyicisi o heç bir halda ödədiyi ƏDV-ni əvəzləşdirə bilmir. Çünki əvəzləşmə yalnız ƏDV ödəyicilərinə məxsusdur. Ona görə mənim üçün artıq kassa aparatının qiyməti 300 manat deyil, 354 manat olacaq. ƏDV daxil. Və burada da aylıq xidmət haqqı kassa aparatına görə 15 manat olacaq. Yəni 12 manat 71 qəpik deyil. Bəli, mən ümumi olaraq nə qədər alışım olub? 9554 manat 62 qəpik alışım olub. Sonra baxırıq indi satışlara. Satışlarda əgər biz fəaliyyət göstəririksə, məsləhət xidməti, biz həm vergi ödəyicilərinə fəaliyyət göstərə bilərik, həm də ki, bir də sadələşmiş vergi ödəyiciləri həm vergi ödəyicilərində fəaliyyət göstərə bilərlər, həm də əhaliyə də sata bilərlər. Sadəcə 30% məsələsini unutmuruq ki, 30% məsələni aşmamalıdır topdan ticarət. Bizdə deməli pərakəndə satış var. Pərakəndə satışlarda əhaliyə xidmətdir. Deməli və mən balansı hazırlayacağıma görə mən illik çıxartmışam həm satışlarımda, həm də alışlarımı. Və göstərim ki, məndə İl ərzində hər ay bu ay göstərmişəm məndə nə qədər nəqd satış var. Daha sonra aylıq nəqdsiz satışım, nəqdsiz satış post terminaldır. Nəqd satışım kassa aparatıdır, nəzarət kassa aparatıdır, yeni nəsil kassa aparatıdır. Nəqdsiz satış post terminaldır, yəni post terminal vasitəsilə etdiyim satışların hamısı gəlir bank hesabıma oturur. Amma kassa aparatına etdiyim satışların hamısı gəlir kassama, yəni nəqd olaraq oturur. Cəmi kassa Z çıxarışı, ümumiyyətlə, siz hər dəfə əgər sadələşmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərirsiniz və əhali ilə xidmət göstərirsinizsə, siz hər rüb kassa aparatına Z çıxarış əldə etməlisiniz. Və sadələşmiş vergim 2%-dir. Yəni mən sadələşmiş vergini hesablayıram. Ümumiyyətlə, sadələşmiş vergi ödəyiciləri bir növ vergi necə hesablanılır? Bunlarda bir növ kassa metoduna əsasən hesablanılır. Yəni sadələşmiş vergi ödəyicilərində. Yəni misal üçün, əgər siz satmışsınız 20 min manatlıq xidmət, amma bu 20 manatlıq xidmətin 10 mini gəlibsə, biz kassa metoduna əsasən, yəni sadələşmiş vergi ödəyicisi belə deyək də kassa kimi. Yəni 10 minə görə vergi ödəyiciyik. Yəni əldə etdiyim hasilat da mənim üçün vergi tutma obyekti. Təqdim etməm deyil. Əldə etdiyim hasilatda, yəni nə qədər pulum gəlibsə, onun vergisini ödəyəcəm. Və biz bilirik ki, pərakəndə satışda satışla, təqdim etməklə daxil olmanın tarixi eynidir. Yəni biz Araz marketə gedirik, produkt alanı yenirik, pulumuzu veririk və bizə satış eləyirlər. Yəni pərakəndə ticarətdə nisiyə satışı teması yoxdur, söhbəti yoxdur. Ancaq topdan ticarətdə nisiyə satışı var. Ona görə bizdə sadələşmiş vergi kassa Z, yəni ümumiyyətlə əldə etdiyimiz hasilata görə hesablanılır və hesablanmışıq ki, il ərzində məndə 771 manat 46 qəpik vergim hesablanılır. Topdan satışım isə baxırıq ki, biz il ərzində noyabrda Alzoni şirkətinə qaymə vurmuşuq, satış eləmişik və 1300 manatda satış eləmişik və bunun vergisi 26 manatdır. Yəni biz bilmirik bu pul gəlib yoxsa yox, biz bunu ancaq bankdan baxa bilərik. Əgər bunun pulu gəlibsə, 1300 manat pulum gəlibsə 26 manat vergi hesablanılır.
Demək, ümumi olaraq bizim nə qədər satışımız olub il ərzində? Baxıram, ümumi 38.573 manat plus 1300 manat. Yəni 39.873 manat mənim ümumi satışım var. Satışdan əldə etdiyim gəlir. Hı. Daha sonra keçirik icarə məsələlərinə. Fikir veririk ki, bizim icarə məsələlərimiz varsa, o demək ki, mən icari obyekt götürmüşəm. Burada qeyd olunub ki, icarə verən fərdi sahibkardır. Həsən Əfnoğlu, Səfəfoğlu. Fərdi sahibkar kimdir? Fiziki şəxs, kiminki böyünü var. Bir də var vətəndaş, kiminki böyünü yoxdur. Belə bizdə fərdi sahibkardır. Və biz icarəyə görə də fərdi sahibkardan obyekt icarə götürürüksə, daşınan və yaxud da daşınmaz 14% dərəcə ilə biz vergi cəlb edirik. Yəni 14%-də ödəmə mənbəyində vergimiz tutulur. Hı -hı. Yəni və bu 14% nə vaxt tutulur? Nə vaxt ki biz ödənişimiz eləyəcəyik? Məsəl üçün ola bilər ki, siz ilin əvvəli müqavilə bağlamısınız, icarə müqaviləsini bağlamısınız və 12 ay ərzində cəmi 6 ayın pulunu ödəmisiniz icarənin. Yəni sən 6 ayın pulunu ödəmisənsə, 6 ayının vergisini ödəyəcəksən. Yəni yerdə qalan ödəmədiyin 6 aya görə sən 14% ödəməyəcəksən. Çünki burada ödəmə mənbəyində tutulan vergidir. Yəni ödəyən tərəf vergini ödəyir. Yəni ödəyən tərəf kimdir? Bizik. Biz Novruzdan icarəyə obyekt götürmüşük və biz müqaviləni bağlamışıq ki, 1 rüblük icarə haqqı. Bax görürsünüz, söhbət rüblükdən gedir, aylıqdan deyil. 1 rüblük icarə haqqım 500 manatdır. Belə çıxır ki, bir aya 166 manat 67 qəpik çıxır. 1 rüblük 500 manatdır. 500 manatın 14% nə qədərdir? 70 manatdır. Rüblük, yəni 3 aya görə. Və mən sahibkara 430 manat ödəyəcəm. Yəni 500 manatdan 14% tuturam, 430 manatı da ödəyirəm sahibkara. Bizə gələn qaymaya görə yazırıq, yoxsa ödədiyimiz pula görə qeyd edirik. Gələn qaymələr bizim alışlarımızdır. Bizə gələn qaymə bizim alışlarımızdır. Biz alışlara görə niyə vergi ödəyək? Üzr istəyirəm, yox. Biz o alış elektron qayma yazmışıq orada birincidə. Bu bizim alışlarımızdır. Aha, biz bunları bizim xərcimizdir də, düzdür? Bəli. Şimdi ola bilər ki, mühasibatlıq xidmətinə qayma kəsib, amma biz onun ödənişini ödəməmişik həmən ay. Ya da həmən rübdə ödəməmişik ki, Anladım. Sual nədir? Sual nədəndir? Ola bilər, bəli. Ola bilər. Səsiniz kəsilib, Seymur bəy, səsiniz gəlmir. Mən də eşitmirəm heç nə. yəni orada istədiyim odur ki, qaymaya görə xərci salırıq, yoxsa ödənişə görə xərci salırıq? İndi belə bir məsələ var da. Burada biz sadələşmiş vergi ödəyicisi sadələşmiş vergi əldə etdiyimiz hasilata görə hesablanır. Yəni burada mənfəət vergi ödəyicilərdir, qazanca görə vergi ödəyirlər 20%-lə. Yəni gəlirimiz olub, bu qədər də xərcim olub, bu qədər də mənim mənfəət vergim hesablanılır. Biz ancaq əldə etdiyimiz, yəni gələn satışdan gələn pula görə. Yəni bu qazanca görə hesablanan bir vergi növü deyil. Yəni sadələşmiş sadəcə satmışam, bu qədər pul gəlir. Amma balansda deyirsinizsə, balansda biz bəli bunu xərc kimi göstərəcəyik. Çünki balans maliyyə hesabatıdır. Maliyyə hesabatı da hesablama metoduna əsasən, yəni hesablama konsepsiyasına əsasən yığılır. Yəni ki, balansa görə deyirəm, amma mənə maraqlıdır ki, balansda qaymaya görə yazırıq da, yəni onu demək istəyirəm. Balansda bəli, hesablama metodu konsepsiyasına getdiyinə görə bəli, xərcimiz ödənilməsə belə, əgər xərc baş veribsə, bu bizim xərcimizdir. Bəli, balansda mən bunu xərc Başa çox sağ olun. Buyurun. Tak, icarə haqqı ilə bağlı dediyim kimi, icarə haqqı ümumi daxil 500 manatdır. ÖMV daxil ödəmə mənbəyində tutulan vergi hesabladığına görə ödəyən kimdir? Bizi ödəyən. Ona görə biz 500 manat icarə məbləği yazılıbsa, biz ondan 70% tuturuq, büdcə köçürdürük. Yerdə qalan məbləği icarəyə verənə köçürdürük. Bəli, 430 manata belə köçürdürük. Sonra deməli, əmək haqqı ilə bağlı məlumatlar. Bu ümumiyyətlə əmək haqqı ilə bağlı məlumatlar vahid bəyannamədən götürülür. Vahid bəyannamə o da rubrik hesabat növüdür. Harada ki biz ancaq məcburi dövlət sosial sığorta haqqında, işsizlik, icbari tibbi sığorta haqqında məlumatlar dolduruq. Bu da bir ayrıca bir vahid bəyannamədir. Bir əmək haqqı cədvəli bizdə hər ay tərtib edilir və əmək haqqı məlumatlarımızı burada göstəririk. Qross əmək haqqı, yəni məcburi dövlət sosial sığorta haqqları, ümumiyyətlə sosial haqqları
hesablanmadan öncəki yemək haqqıdır. Yəni hesablanmış. Daha sonra biz baxırıq ki, işçidən tutulanlar nə qədərdir? 3% pensiya fonduna tutulur, 738 manat tutulub. Misal üçün ümumi olaraq da baxırıq. İşsizlikdən 0,5% işçilərin əmək haqqlarına tutulur və icbari tibbi sığorta işçilərin əmək haqqlarından 2% miqdarına tutulur. Və işçinin net əmək haqqı, yəni əlinə çatacaq məbləğ nə qədər olacaq? Qros əmək haqqıdan çıxırıq işçidən tutulan əmək haqqları və bu da eləyir 947 manat 61 qəpik. Eyni qaydada işə götürən də ümumi əmək haqqı fonduna görə pensiya fonduna, işsizliyə və icbari tibbi sığortaya görə sosial ödənişlər eləyir. Sadəcə burada artıq 22%, 0,5% və icbari tibbi sığorta 2% hesablama qaydasında tutulur. Yəni bu da müəssisə üçün sosial xərclərdir. Əmək haqqı xərclərimiz var və şirkət tərəfindən ödənilən xərclərimiz var. Zaten işçidən tutulan bu sosial ödəmələr bunlar əmək haqqının, qros əmək haqqının tərkibindədir. Və bank, təbii ki, biz hər dəfə bank çıxarışları çıxartmalıyıq. Məncə balans yığında bu çox önəmlidir ki, bankdan çıxarış eləyək və mən hər zaman ümumi olaraq bankdan çıxarış götürəndə məxaric və mədaxilləri ayrıca qıraqda qeyd edirəm. Məsəl üçün mənə nə qədər pul gəlib? Hə, baxıram ki, nə qədər mənə pul gəlib? Baxıram ki, mənə pul gəlib indiyə qədər bankıma 29.650 manat və göstərirəm. Bu 29.650 manat nəyə əsasən görə hardan gəlib? Göstərir ki, biri 10.000 manat hesabın möhkəmləndirməsidir. Yəni hesab möhkəmləndirmə demək ki, təsisçi kassadan pulu götürüb banka oturub. Sonra Alzoni bu mənim nəyim idi? Müştərim idi. Yadınızdadır Alzoni, kimə ki mən qaymə vurmuşdum, topdan ticarət eləmişdim. 1300 manat görürəm ki, onda pulu gəlib və yerdə qalan isə mənim postterminal vasitəsilə əldə etdiyim satışlarımızdır. Biz demişdik axı bizim postterminal vasitəsilə nəqdçi satışımız olub 18.356 manat və baxırıq ki, bankda 18.356 manat mənim pulum gəlib. Belə, yəni bu bizdə artıq eyni qaydada biz xərbi göstərir, burada yazılır. Debitorlardan ödəniş, hesabın möhkəmləndirilməsi. Eyni qaydada məxariclər də eyni cür mən satirovkasını eləmişəm ki, deməli, mən ödəmişəm, kreditorlara ödəmişəm 6554 manat, bank xərci məndən çıxıb 76 manat, vergi ödəmişəm, sadələşmiş vergi 210 manat ümumi ödəmişəm, DSMF ödəmişəm, əmək haqqı ödəmişəm, icarə ödəmişəm. Yəni bunlar hamısı məndə bir mənli olaraq sırası çıxır və mən dövrün sonu qalığı çıxardıram ki, baxım görüm mən bank çıxarışımla buradakı rəqəmlər düz gəlir. 5826 manat 90 kimi bankımda pul var. 5827 manatdan belə qalığım çıxır. Demək ki, mən düzgün hesablamışam. Sonda bəli, əlbəttə ki, Excel sizə təqdim edəcəm, narahat olmayın. Bəli, yəni belə özümdə bu xırdalığına qədər, çünki balans yenə deyirəm, hər xırdalığı görmək istəyir. Ona görə xırdalığına qədər siz hakim olmalısınız məlumatlara. Xırdalığına qədər bilməlisiniz sizin şirkətinizdə nə baş verir. Satışlarınız, alışlarınız, icarə, əmək haqqı, bank və əsas vəsaitlərlə də bağlı məlumatlar. Deməli, bizim əsas vəsaitlərimiz biz dedik ki, biz 2 dənə notebook almışıq, 2 dənə kompüter almışıq və 2 kompüterin alış dəyəri ikisini bir yerdə nə qədər eləyir? Toplam 2950 manat. Biz dedik ki, əsas vəsaitlər biz kompüter alanda, məsələn, mühasibatlıq nədir? Xidmət alırıq, sıracı xərci silirik. Amma kompüter mənim əsas vəsaitimdir. Mən onu sıracı xərci silə bilmirəm. O köhnəldikcə mən onu xərci silirəm ki, və bu da köhnəlməyə görə hesablanan xərc bu amortizasiya xərcidir və vergi uçotunda amortizasiya xərci azalan qalıq metodu ilə hesablanılır. Yəni vergi uçotunda, vergi məcəlləsində hər kateqoriyaya görə vergi dərəcəsi var. Misal üçün, kompüterlər yüksək texnologiya məhsulu olan bir əsas vəsaitdir və ona illik dövrün sonuna, ilin sonuna olan qalıq dəyərinin 25% dərəcəsi ilə biz amortizasiya xərcini hesablayırıq. Yəni 2950 manatlıq əsas vəsaitim var. Bunun 25% nə qədərdir? 737 manat 50 qəpik. Yəni mən 737 manat 50 qəpik amortizasiya xərci kimi tanıyacağam. Bəli, ilin ortasında alınırsa, yox, ilin ortasında alınırsa xeyr. Bu kompüter ilin ortasında alınırsa aylığa bölünür, bu amortizasiya xərcinə aid deyilsə xeyr. Bizdə bu metod azalan qalıq metodudur. Vergi uçotunda amortizasiya necə hesablanır? Dövrün sonuna nə qədər qalığımız varsa, əsas vəsait ona uyğun hesablanılır. Siz dediyiniz, əgər ilin ortasında alınırsa aylığa bölünür, o düz xətt metodu ilə hesablanılan bir amortizasiya xərcidir ki, o ayda nə qədər ay varsa ona uyğun hesablanılır. Amma biz vergi uçotunda olduğumuza görə biz amortizasiyanı azalan qalıq metodu ilə hesablayırıq.
Aha. Deməli, indi keçirik. Deməli, məlumatlara hakim olduq. Bildik ümumi olaraq, təxmini olaraq bildik ki, müəssisə nədən ibarətdir, nələr alıb, nələr satıb, nə edib, nə iş görüb. Yəni, uca hakim olduq müəssisə haqqında müəyyən məlumatlara. Uca bu məlumatlar əsasında biz başlayırıq əlavə biri yığmağa. Və əlavə bir, bizim bu əlavə birimiz bu balansdır. Mən görürsünüz ki, bu balansı buradan, bu əlavə birdən götürmüşəm, Excel-ə köçürtmüşəm ki, biz rahat şəkildə bunu hazırlayaq. Bizim ilin əvvəlinə hesabat dövrünün əvvəlinə 10 manat qalığımız var. Yəni bu 10 manat qalıq nədir? Mənim nizamlı kapitalım. Dedik axı biz 2024-cü ilin balansı yığırıq, amma məndə 25 dekabr açılıb şirkət 10 manat nizamlı kapitalı ilə. Söz mən burada göstərim ki, mən 2024-cü ilin əvvəlinə 10 manat nizamlı kapitalı ilə açılan bir şirkətim var. Biz sizinlə dövr ərzində daxil olmuşuq yığılacaq və təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir yığılacaq. Dövr ərzində daxil olmuşdur, yəni almışam, əldə eləmişəm, yaratmışam, istehsal etmişəm, təqdim edilmişsə satmışam və yaxud da amortizasiya xərcləri, yaxud da ləğv eləmişəm. Və əsas vəsaitlərin dəyəri 500 manatdan aşağı düşən kimi biz onu sırada ləğv eləyirik, balansdan çıxardırıq və xərcə silirik. Deməli, başlayaq sizinlə birinci satışlardan başlayaq. Deməli, ümumiyyətlə bizim ümumi satışımız nə qədərdir? Ümumi satışımız 39.873 manatdır. 39.873 manat mənim satışdan gəlirim var. Deməli, biz onu göstərik harda? Satışdan gəlirim mənim hesabat dövrünün xalis mənfəətidir. Hələ ki, bunu mən tam olaraq mənfəət kimi göstərirəm. Birazdan mən alışları yazan kimi bu mənfəətim azalacaq. Yəni, qazancım azalacaq. 39.873 manat mənim satışdan gəldim var. Fikir versiniz ki, bu balans, burada mən fərqi yaratmışam. Ümumiyyətlə, hesabat dövrünün sonuna aktivlərdə də və passivlərdə də bərabərlik olmalıdır. Əgər bu bərabərlik qorunmasa, mən eləmişəm ki, burada elə bir ki, buradan çıxmışam bunu və fərq yaranan kimi bu balans o demək ki, düzgün nəyəsə qeyd eləmirik. Yəni ki, bir əməliyyat burada qeyd olunursa, burada da qeyd olmalıdır. Yəni, ümumiyyətlə, bir əməliyyat maliyyə uçotunda, balansda bir əməliyyat iki tərəfli qeyd olunur. Misal üçün, maliyyə uçotunda belə bir şey var. Hər əməliyyatın müsbət və mənfi tərəfi var. Tutaq ki, biz yeni bankdan kredit götürürük, 10.000 manat. Bunun müsbət və mənfi tərəfi nədir? Bir var, müsbət tərəfi odur ki, mən bankdan kreditə 10.000 manat pul götürürəm. Ha, cibim doldu 10.000 manat. Əla, xoşbəxtəm. İkinci amma mənfi tərəf odur ki, əla, bu 10.000 manatı işə düşdüm də, hər ay kredit ödəyəcəm. Olmadı kredit. Yəni kredit də mənim üçün mənfidir. Və burada da biz hər əməliyyatı yazanda biz göstəririk ki, müəssisənin müsbət tərəfi və yəni iki dəfə yazırıq bir əməliyyatı. Yəni maliyyə uçotunda bir əməliyyat iki dəfə yazılır. Burada müsbət tərəf nədir? Yəni mən mal satmışam və satışdan mənim debitor borcum yaranır. Yəni debitor borcum alacaqlarım var. Yəni ki, biz ümumiyyətlə satışları hər zaman debitor borc kimi yazırıq. Yəni ki, sayır debitor borclarda göstərim ki, mən satış eləmişəm. Debitor borclarım üçün müəssisənin alacaqlarıdır. Və gördünüz, göstərdim həm debitor borclarda, həm də hesabat dövrünün xalis mənfəətləri. İndi burada mənfi müsbət tərəf nədir? İzah edeyim. İndi bir dəfə izah edirəm, sonrasını siz özünüz düşünərsiniz. Məsəl üçün, debitor borclar yaranıbsa, bu mənim üçün müsbətdir. Siz niyə? Mən satış eləmişəm, alacaqlarım var. O demək ki, mənə pullar gələcək. Pulun gəlməsi hamısı özümüz bilirdik, həmişə xoşbəxt oluruq. Amma hesabat dövrünün xalis mənfəəti bizim üçün mənfi tərəfdir. İndi sorsanız niyə? Deyəcəksiniz ki, qazancı eləmişəm, bunun harası mənfidir? Ümumiyyətlə, yadınızda saxlayın ki, biznes dünyasında təsisçi ilə şirkət ayrı-ayrı subyektlərdir. Təsisçi ayrı şəxsdir, MMC də ayrı şəxsdir. MMC üçün qazancın çoxalması mənfidir. Bilirsiniz niyə? Çünki hesabat dövrünün xalis məqsədi müəssisənin kapitalıdır. Kapital da maliyyə dünyasında şirkətin təsisçi olan borcudur. Yəni ona görə şirkət üçün qazanc nə qədər çoxalırsa, bir o qədər də təsisçi qarşısında borcu yaranır. Onun ki, bu şirkət üçün biz isə sizinlə maliyyə hesabatı şirkət üçün hazırlayırıq. Təsisçi fiziki şəxsdir. O sadəcə şirkəti yaradandır, mülkiyyətçisidir. Və o şirkəti nə üçün yaradır? Ki, şirkət işləsin, mənə qazanc versin. Düzdürmü? Burada yəni qazanc artanda yalnız təsisçi xoşbəxt olur, təsisçi sevinir. Çünki o qazancın dividend şəklində çıxardır. Amma MMC üçün, şirkət üçün bu mənfidir. Çünki onun nə qədər çox qazancı olur, onun bir o qədər də çox borcu olur təsisçiyə. Ona görə burada bizə hesabat dövrünün xalis mənfəətin artması bizim üçün, yəni müəssisə üçün, təsisçi üçün deyil, mənfi tərəfdir. Amma debitor borcu yaranması müsbətdir. İndi satışlarımızı qeyd elədik ki, 39.873 manat mənim qazancım olub
Və bu pulun 20.217 manatı mənim kassama gəlib. Niyə görə? Çünki kassa vasitəsilə satmışam. İndi göstərirəm. Əlavə bir də göstərirəm ki, mənim alacağım azaldı və kassama pul gəldi. Satış eləmişəm, kassama pul gəldi. Sonra buradan baxırıq ki, satışlarımızdan 18.356 manatlıq satış eləmişəm. Postterminal vasitəsilə və bu postterminal gəlir hara çıxır? Bankıma. Və yenə göstərirəm ki, mənim 18.356 manat bankıma pul gəlib və alacağım da bir o qədər də azalıb. Göstərirəm ki, 18.356 manat alacağım azaldı. Yenə balansım düzdür. Hər zaman bu sırf balansa diqqət etmək lazımdır ki, burada qarşılıqlıq olmasın. Yəni ki, 1 manatın belə fərqi bizim üçün, yəni saatlarla baş ağrısına gətirib çıxarda bilər. Oturub saatlarla axtara bilərik. Neysə, gəldik, deməli, göstərdik. Sonra nə qaldı satışlarımız? Görürük ki, burada debitorlarda göstərir 1300 manat ki, bu 1300 manat alacağım var. Bu 1300 manat da nədir? Bizim bu topdan ticarətimizdir. Biz də bilirik ki, bu topdan ticarət bankımıza gəlib. Yəni bankımıza baxsaq, gələn pullara. Alzoni. Görürük ki, gəlib. Deməli, mən göstərim ki, əlavə bir də mənim 1300 manat alacağım azalıb və bu 1300 manat da mənim bankıma gəlib. Çünki müştəri banka ödəyir. Hı -hı. Tamam, yazdım. Sonra satışla bağlı nə qeyd etməliyik? Satışla bağlı, indi bizdə xidmət satışı olduğuna görə, bu da mal satışından söhbət gedə bilməz. Xidmət satışı olduğuna görə biz demək göstərir ki, biz satışımıza görə, gələn pulumuza görə nə qədər vergi borcumuz hesablanılır? 771 manat 46 qəpik plus 26 manat. Deməli 797 manat, yəni SV sadələşmiş vergi 771 plus 46 26 manat bu, yəni 797 manat 46 qəpik. Mən göstərirəm əlavə bir də ki, mənim sadələşmiş vergi üzrə öhdəliyim yaranıb. Borcum yaranıb. Hələ ödənişlə bağlı bizim heç bir məlumatımız yoxdur. Və maliyyə uçotunda, ümumiyyətlə, maliyyə uçotu bilsin necədir? Müəssəm bütün şəffaflığı ilə göstərir də. Yəni bu maliyyə uçotu hesabatları təsisçilərə lazımdır da. Yəni real olaraq, faktiki olaraq biz bilmək istəyirik mənim nə qədər qazancım var. Ona görə 797.46 gibi vergi mənim çox xərcdir maliyyə uçotunda. Mən göstərim ki, mənim qazancım azaldı. 797 manat 46 qəpik azaldı. Çünki buradan 797 qəpik vergi ödədim. Deməli, sonra satışla işimiz bitdi. Satışı biz yazdıq, vergimizi hesabladıq. Keçirik icarəyə. Deməli, biz deyirik ki, biz aprelin 1-dən 2024-cü ildən icarəyə obyekt götürmüşük. Yəni, birinci rübdə mənim icarə obyektim yoxdur. Amma ikinci, üçüncü rübdə 1500 manat icarə üzrə öhdəliyim yaranır. Deməli, göstərirəm əlavə birdən ki, mənim icarə üzrə kreditor borcum yaranır. Yəni, borcum yaranır. Hələ ödənişlə bağlı. Ödənişləri biz axırda bankda yığacağıq. Yəni, biz hələ göstəririk ki, bu borcum yaranır 1500 manat. Və bunun icarə müəssisə üçün nədir? Xərcdir. İcarə müəssisə üçün xərcdir. Göstərim ki, qazancım yenə azaldı 1500 manat. Burada göstərim ki, 1500 manat azaldı. Sonra icarədə biz dedik ki, 14% bunu ödəmə mənbəndə vergisidir. Aha, deməli, mənim icarəyə verən qabağında borcum azalır. 210 manat. Nəyə görə? Çünki bu 210 manat mənim ödəmə mənbəyində tutulan vergimdir. Yəni, vergi borcum yaranır, amma icarəyə verən qarşısında icarə üzrə borcum azalır. Görürsünüz, burada da icarədə göstərilir ki, icarə haqqı icarəyə verilən 1290 manat. Bunu da qeyd elədik. Keçirik növbəti məqam. Əmək haqqıya. Müəssisənin əmək haqqı üzrə öhdəliyi nə qədərdir? 12.420 manat. Yəni, mən əlavə bir də göstərim ki, əmək haqqı üzrə mənim 12.420 manat öhdəliyim var. Və bu da müəssisə üçün nədir? Xərcdir, maaşdır. Biz ödəyirik, müəssisənin qazancını ödəyirik də. Göstərim ki, mənim qazancım yenə azaldı 12.420 manat. Lakin bu 12.420 manatın hamısı işçinin maaşına çatmır ki, işçinin əlinə çatmır ki, nəyə görə? Çünki biz işçidən müəyyən sosial ödənişlər tuturuq. Və mən hesablayıram ki, mənim ümumi olaraq 3%, 0,5%, 2% 1048 manat 68 qəpikdir. Demək, göstərirəm əlavə bir də ki, mənim işçilər qabağında borcum 1048 manat 68 qəpik azalıb, amma bu mənim desimifi işçimdir. İşçiyə görə sosial öhdəliyim yaranır. Yəni, işçinin əlinə çatacaq məbləğ 11.371 manat 32 qəpikdir. Çünki desimifiləri biz tuturuq, sonra maaş ödəyirik. Bundan əlavə bizdə işə götürənə görə də desimifi borcumuz var. 22%, 0,5%, 2%. Göstərirəm ki, mənim 2677 manat 68 qəpik işə götürənə görə borcum var.
və bu müəssisə üçün yenə xərcdir, sosial xərcdir. Sosial öhdəliklərə xərcdir. Göstərim ki, qazancım yenə azaldı. 2677 manat 68 qəpik. Demək, yenə də balansımızda hər zaman diqqət edirəm ki, gözü düzdür. Buradan yazıram, buradan istəyirəm. Sonra deməli, əmək haqqı ilə bağlı işimiz bitdi. Keçirik alışlara. Aha, alışlarımız. Deməli, mənim mühasibatlı xidmətlər üzrə il ərzində 6000 manat xərc verirəm. Demək, birinci mən göstərirəm ki, gözünüz mən birinci öhdəlik yaradıram, sonra xərc esləyirəm. Yəni, xərcimiz nə zaman baş verir? Nə zaman ki, qaimə gəldi. Qaimə nə zaman gəlir? Nə zaman ki, kreditor borcum yaranır. Demək, göstərirəm ki, 6000 manat mənim mühasibatlı xidmət üzrə kreditor borcum yaranır və bu da müəssisə üçün xərcdir. Çıxıram, qazancım azaldı 6000. Sonra mən nə almışam? Mən Omnitekdən kassa xidmətinə ilə kassa aparatı almışam. Kassa aparatının dəyəri 500 manatdan aşağı olduğuna görə mən bunu əsas vəsait kimi tanımıram. Bunu xərc kimi silə bilərik. Və demək, mən bunu nə göstərim? Göstərirəm ki, mənim Omnitekdən 534 manat borcum var. Kreditor borcum var. Göstərirəm 534 hardadır? Kassa xidməti. Burada 534 yazıram kreditor borcum və bu da müəssisə üçün nədir? Xərcdir. Yenə qazancım 534 manat azaldı. Sonra nə qaldı? Deməli, Paşa Həyat Sığorta, demək 70 manat 62 qəpik mənim sığortaya görə kreditor borcum var. Bunu buraya yazıram. 70 manat 62 qəpik və göstərirəm ki, mənim qazancım yenə də azaldı. 70 manat 62 qəpik. Sonuncu olaraq 2 dənə notebook almışam. Biz dedik axı, notebook müəssisənin əsas vəsaitidir. Əsas vəsaiti biz xərc kimi tanımırıq. Nə görə? Çünki mən bunun dəyəri 500 manatdan artıqdır. Mən bunu bir ildə çox istifadə edəcəm. Mən bunu ildən xərc edilə bilmərəm. Bu kompüterin nə vaxt köhnələcəksə, hər ay köhnəlir, hər il köhnəldikcə mən amortizasiya hesablayaraq onu xərc edəcəm. Göstərim ki, mənim 2 dənə 2950 manat dəyərində aktivim yaranıb. Və bu da mənim üçün nədir? Yüksək texnologiya məhsulu olan aktiv. 2950 manat aktivim var. Və göstərim ki, 2950 manat mənim əsas vəsait üzrə kreditor borcum yarandı. Alışlarımız buraya qədərdir. Alışlarımızı işlədik. Satışlarımızı işlədik. İcarəni işlədik. Əmək haqqını işlədik. İndi əsas vəsait işləyək. Əsas vəsaitdə biz hesabladıq ki, 25% dərəcəsinin 737 manat gibi amortizasiya xərcim yaranır. Deməli, xərc, adından da bəllidir ki, xərc. Ümumiyyətlə, amortizasiya nədir? Köhnəlmədir. 2950 manatlıq kompüterlərim 737 manat 50 qəpik dəyərində köhnəliblər və onların dəyəri azalıb 737 manat 50 qəpik. Mən göstərim ki, amortizasiya xərcim mənim əsas vəsaitimin dəyərini azaldır. Yəni, bugün mən kompüteri satmaq istəsəm, 2024-cü ilin sonunda, mən onu ata 2950 manata sata bilməyəcəm. Mən onu 2212 manat 50 qəpik satacağım. Çünki köhnəlib. Və 737 manat 50 qəpik nədir? Amortizasiya xərcidir. Biz əsas vəsaitlərimizi xərcə hissə silərik. 737 manat 50 qəpik hardan siləcək? Mənim qazancımdan göstərim ki, 737 manat 50 qəpik qazancım azaldı. Sonra nə qaldı? Sonuncu olaraq qaldı bankımız. Bankda biz necə edəcəyik? Biz debitorlardan ödənişləri yazdıq sizinlə banka. Qaldı hesabın möhkəmləndirilməsi. Yəni, mədaxillərdən söhbət gedir. Demək, 10.000 manat hesabın möhkəmləndirilməsi. O demək ki, mənim bankıma 10.000 manat pul gəlib. Və bu 10.000 manat kassadan götürülüb. Yəni, biz onu kassadan təqdim edilmişlərə yazırıq, banka mədaxil edirik. Yəni, kassam 10.000 azaldı, bankım 10.000 artdı. Demək, bankın mədaxillərini yazdıq. Baxırıq ki, bankımızda 29.656 manat pul gəlib. Baxırıq ki, 29.056 manat. Ümumiyyətlə, mühasibinin ən əsas işi odur ki, biz hesabada hazırlaya bilərik. Bu heç, bu asandır. Zarzülüylə hazırlayacaq da asandır. Amma bu rəqəmləri yoxlamaq daha çox enerji sərf eləyib. Ki, görüm, həqiqətən mi mənim 29.650 manat bankımda pul var, yoxsa yoxdur? Da belə. Yəni, biz hər zaman onu yoxlamalıyıq ki, rəqəmlərim reallığa əks etdirir, yoxsa yox reallığa. Və bankımdan indi mən hariciləri göstərəyim. Demək, mən 6554 manat kreditor ödəmişəm. İndi baxaq görək, nə ödəmişəm də bu kreditorlarda nədir? Yəni, kreditorsa baxaraq, birinci gəlin bank xərcini yazaq. Demək, bank xərci 76-22 bank xərcim olub. Bunu göstərir. Özümüz də hər zaman bunu sarılayım ki, biləsiniz ki, silmişsiniz. 76 manat 22 qəpik bank xərcim yaranır. Deməli, bankımdan pul çıxdı 76-22 və bank xərcidir, müəssisə xərcidir. Qazancın azaldı. Göstərirəm ki, 76-22 bankımdan pul çıxdı. Sonra mən bankdan sadələşmiş vergi ödəmişəm. Sadələşmiş vergi 600 manat 58 qəpik. Deməli, gələcəm əlavəyə. Göstərirəm ki, vergi borcum azalıb. Nə qədər?
600 manat 58 qəpik. Və yenə də bankdan göstərib ki, bankımdan da bu çıxdı. 600 manat 58 qəpik. Sonra nə ödəmişəm? 210 manat ÖMV ödəmişəm. Demək, gəlirəm, əlavə edirəm. 210 manat ÖMV üzrə borcum azaldı və bankımdan da pul çıxdı 210 manat. Sonra nəyə gəlirəm? Deməli, 3726 manat 36 qəpik DSMF borcumu ödəmişəm. Baxırıq ki, məndə elə 3726 manat 36 qəpikdir. Göstərəm ki, məndə DSMF üzrə borcum azaldı 3726.36 və göstərəm ki, mən onu bankdan ödəmişəm. 3726.36. Daha sonra bankımda nə qaldı? Əmək haqqı ödəmişəm. 11371 manat 32 qəpik. Deməli, gəlirəm bura. Göstərirəm ki, mənim elə borcum var idi ilin sonuna. 11371.32. Deməli, borcum azaldı əmək haqqı üzrə. Bankımdan da pul çıxdı. 11371.32 manat. Sonra nə bəş verir? Mən 1290 manat icari haqqı ödəmişəm bankdan. Göstərim ki, bankdan 1290 manat icari haqqı ödəmişəm. Pulum çıxdı, azaldı pulum 1290 və icari üzrə kreditorumda 1290 manat azaldı. Hı -hı. Sonuncu olaraq bizdə qaldı kreditorlara ödəniş. Yəni, mən yenirəm burada, baxıram görüm, mən bu 6554 manata kimi ödəmişəm. Və baxırıq. Deməli, buradan deməli bank hərcini çıxıram, DSMF-ni çıxıram, bunları çıxıram. Yəni filtrlə baxıram ki, Novruz bu mənim icarədir, İrşad Telekom qalsın. Paşa Həyat, bunlar hamısı mənim kreditorlarım. Baxıram ki, 3000 manat MB konsaltasiya kampaniya ödəmişəm. İşte göstərirəm ki, mənim mühasibatlıq üzrə yarısını ödəmişəm, 3000 manat borcumu ödəmişəm, 3000 manatım azaldı və 3000 manat bankımdan pul çıxdı. Sonra bankdan başqa kim pul ödəmişəm? 534 manat Omnitek ödəmişəm. Aha, gəlirəm Omnitek kassa xidmətidir. 534 manat ödəmişəm. Buradan da gəlirəm ki, bankımdan pul azaldı 534 manat. Sonra nə ödəmişəm? Baxıram ki, 70 manat 62 qəpik sığorta ödəmişəm. Aha, gəlirəm 70 manat 62 qəpik sığorta ödəmişəm. Sığorta borcum azalıb. Burada da bankdan göstərəm ki, 70 manat 62 qəpik bankımdan pul çıxdı. Sonra qaldı 2950 manat İrşad Telekomsda nə almışdım? Kompüter almışdım. Əsas vəsait. Demək, kompüterin hamısını ödəmişəm. Və buradan göstərirəm ki, bankımdan 2950 manat pulum azaldı. Şo, yəni ödədiklərimiz bu qədərdir. Ödədiklərimizi də çıxartdıq. Və baxaq görək, mənim bankımda qalıq 5826 manat 90 qəpikdirmi? Bəli, 5826 manat 90 qəpikdir və kassamda 10227 manat pulum var. Beləliklə, biz artıq görürük ki, müəssisənin nəyi var? Nəyə sahibdir müəssisə? Baxırıq ki, müəssisənin 2212 modeli qəpiklik kompüterləri var. Baxırıq ki, bu müəssisənin sonra kassasında 10227 manat pulu var. Bankında da 5826 manat 90 qəpik nəyi var? Pulu var. Yəni bunun nəyi var? 18266 manat 40 qəpik dəyərində bunun aktivi var. Bunun yaranma mənbəyi nədir? Yaranma mənbəyi odur ki, müəssisə 18266 manat 40 qəpiyinin 15059 manatı qazanıb, yəni qazancı hesabını əldə edib, yəni bu 15059 manatı qazancı hesabını əldə edib, yerdə qalan əldə etdikləri də borcdur. Yəni biri vergi borcudur, biri mühasibatlıq xidmətinin borcudur, yəni kreditidir. Yəni 15 mini cibindən 3196 manat 8 qəpik də bu borcdur. Və beləliklə bizim balansımız hazırdır. Qaldı köçürmək. Ümumiyyətlə sizə bir söz deyim ki, bu görürsünüz ki, burada mən artıq kassa bank ayrıca açmışam. Yəni bu bəyannamədə yoxdur. Bəyannamədə məsələn pul vəsaitlərinə gəlib baxsanız, burada ümumi burada pul vəsaiti yazılıb. Mən özüm bunları Excel-də ayrıca açıram. Nəyə görə? Sabah vergi orqanlarından mənə həm burada açmışam, həm görürsünüz bu dövlət vergi büdcəsinə öhdəliklərdə özüm də yenə də ayrıca açmışam. Sonra bu kreditor borclarda ayrıca açmışam. Öhdəliklərdə ayrıca həmsini sətir-sətir açmışam. Nəyə görə? Sabah vergi orqanı məndən açıqlama istəyə bilər. Ki, yəni sənin 18266 manat 40 qəpik dövrün sonundan kapitalın var. Ondan da 3000 kreditor borcu yazmışsan. Bu nəyin kreditor borcudur? Və orada bax açıqlaman geçə bunu bu ilə bu cədvələ göndərə bilərəm ki, bax, yəni mənim mühasibatlıq xidmətimə görə 6000 borcum yaranmışdı, 3000 ödəmişdim, 2000 manat borcum yarandı. Və yaxud da soruşa bilər, sən bu pul vəsaiti 16053 manat, yəni vergi
Balansla əlaqəli bizdə bütün məlumatları soruşa bilər, açıqlamasını istəyə bilər, təsdiqini istəyə bilər və biz rahat şəkildə, yəni bu balansdan siz любой sualın cavabını verə bilərsiniz. Любой istənilən bir sualın cavabını verə bilərsiniz. Açıqlamasını verə bilərsiniz və rəsmi qaydada konkret. Yəni bu mən mühasiblər görürəm. Balansı yəni prosta elə belə hava ataraq yığırlar da, yəni yalan. Heç bir reallığı əks etdirməyən bir rəqəmlərlə yığıb təqdim edirlər balansı. Sabah da uyğunsuzluq gələndə ona cavab verə bilmirlər və vergi orqanı da görür ki, cavab verə bilmir, təsdiq eləmir, götür kameralını vurur. Kameral yoxlama aparır və əlavə vergi hesablaya bilər. Yəni buna görə bizim əsas məqsədimiz hesabatı real rəqəmlər əsasında düzgün şəkildə sabah məndən istənilən bir rəqəmin açıqlamasını istədiyi halda mən onu rahat gönül şəklində cavabını verə bilim. İndi keçsək biz bunun əlavə birinə hazırlamağa. Biz necə eləyəcəyik? Deməli, bizim dövrün əvvəlində 10 manat nizami kapitalımız var idi və o da hardaydı? Deyir ki, kassadaydı. Göstərirəm ki, pul vəsaitim 10 manat buradan, 10 manatda nizami kapitalım. Gəldim, dövrəzini daxil olmuşdum. Mən 2950 manatlıq mənim kompüter almışam. Burada deməli göstərirəm. Yüksək texnoloji məhsul 2950 manat. Təqdim edilmişdir hissəsi 737 manat 50 qəpik isə bu silinmişdir. Mən amortizasiya xərcini biz silirik. 737,50. Sonra gəlirik. Deməli, başqa nə var? Debitor borclarımız var. 39.873 manat. Bəzən sual verilir ki, burada qalıq sıfırda, bunu yazmaya ehtiyac var. Bəli, var. Əlbəttə ki, var. Mütləq. Nə olsun ki, bunun sonu sıfırdır. Mütləq yazmalısınız. 39.873 manat mənim debitor borcum yaranır. Deməli, burada sair debitor borclar var. 39.873. 39.873 və hamısında pulu gəlib. Ona görə 39.873 burada təqdim edilmişdir deyə yazıram. Sonra burada məndə pul vəsaiti var. Deməli, mənim pul vəsaiti hissəsini mən ümumi götürürəm. Yəni, kassamda bankını birləşdirib götürürəm. 49.873 manat pul vəsaitim gəlib. 49.873 və təqdim edilmişdir hissəsində isə 33.829 10. 33.829 10. 33.829 10. Sonra aktivlərimiz bitdi. Gəlirik, çıxırıq kapital və passivlər hissəsinə. Və mən hesabat dövrünün xalis mənfəətim 15.059 manat 52 qəpikdir. Hesabat dövrünün xalis mənfəətim 15.059 20. Yəni şirkət bilir ki, bu işləyib, qazanıb. 15.000 qazancı oldu. Deməli, biznes udaçlı biznesdir. Yəni, mənfəətli biznes. 15.000 qazanmasansa, böyük bir şeydir. Sonra biz baxırıq ki, bizim vergi üzrə öhdəliyimiz var. 1007 manat 46 qəpik. Sonra gəlirəm buranın dövlət büdcəsinin vergi öhdəliyi 1007 manat 46 qəpik. 1007 manat 46 qəpik. Təqdim edilmişdir hissəsində isə nə qədər ödəmişəm? 810 manat 58 qəpik ödəmişəm vergimi. 810, 58. Sonra mənim kreditor borcum var. 11.054 manat 62 qəpik. Yəni mən görürsünüz ki, cəmisini yazıram da, ayrı-ayrı yazıram. 11.054 62 kreditor borcum var. 11.054 62. Və bunun neçə manatını ödəmişəm? 8.054 62. 8.054 62. Daha sonra deməli digər öhdəliklərim var. 16.146 36. 16.146 36 və bunun hamısını da ödəmişəm. 16.146 16.146 36. İndi baxıram, balansın düz gəlir yoxsa yox. 18.266.08, 18.266 40. Burada qəpik fərqi olanda yəni, harasa əlavə edə bilərsiniz də. Burada misal 32 qəpik fərq var. Yəni, bunu bura əlavə edə bilərsiniz. Burada 72 yaza bilərsiniz. Belə bir yüzdə fərqi yoxdur. Yəni. Buna görə 44 olduğunu indi. Böyle çox yapacağım mən. Burada 32 yazalım da. Bir türlü düzəldə bilmədim. Şimdi düzeldim. Yəni qəpik fərqi olsa da yəni çox takılmayın da, çox ona vaxt itirməyin ki, ayda harda qəpik səhviyasında məsələn. Yəni əlavə edin birinin üzərinə. Yəni qəpiyə görə heç bir problem olmayacaq. Yəni beləliklə bizim sadələşmiş vergi bəyənməyimiz hazırdır. İndi keçirik əsas hissəyə. Biz əsas hissə əlavə bir doldurmuşuq, əsas hissə yaddan çıxdı.
Əsas hissədə deməli biz nə göstərdik? 10-cu, 11-ci və 12-ci ayda təqdim etməni satışımızı, satış. Deməli, oktyabrda mənim ümumi satışım nə qədər olub? 2900 manat. Mən yazıram 10-cu ay 2900 manat satışım olub. Yəni bunu görürsünüz ki, ikinci sütunda yazıram. 2% cəlb edilirəm. Çünki dövriyyəm 200 min manata qədərdir. Üçüncü sütunda ictimai yaşayış fəaliyyətləri məşğul olan şəxslər tərəfindən doldurulacaq. 2900 manat oktyabrda satışım olub. Sonra noyabrda məndə 3087 manat plus da qaymə də vurmuşam. 1300 manat. Yəni 4387. 4387 yazdım bura. 12-ci ayda nə qədər satışım olub? Deməli 12-ci ayda 3857. 3857. Demək görürsünüz ki, mənim vergim hesablanmayıb. Hesablanmış vergi məbləğ sıfır. Nəyə görə? Bax görürsünüz bizim sadələşmiş vergi kassa metoduna əsasən işləyir. Yəni əldə etdiyimiz hasilata görə. Biz bilirik ki, bizim yəni etdiyimiz satışların pulların hamısı gəlib. Bunun da pul gəlib, bunun da pul gəlib. Demək mən göstərim ki, mənim əldə etdiyim hasilat 11144 manatdır. Yenə də baxın, rüb üzrə təqdim edilmiş mallara görə əldə etdiyimiz hasilat, yəni satışımıza görə 11144 manat pulumuz gəlir. Və görürüz, vergi hesablandı ki, 222 manat 80 qəpik. Yəni hesablasaq, baxacaq ki, 222 manat 80 qəpik. Daha sonra burada yəni artıq 807-ci sətirdə güzəştlərimiz varsa güzəştlərimizi qeyd edirik. Bu güzəştlər daha çox işğaldan azad edilmiş ərazilərdə rezidentlərə tətbiq edilir. Daha sonra bizdə deməli başqa nə güzəştlərimiz var? Bu pandemiya dövründə olan satışlara görə idi. Yazıda pandemiya dövründə bizdə 50% endirim etmişdir sahibkarlara. Yəni 2% deyil, 1% ödəyirlər. Ona görə bu artıq işləmir. Və 221.1.1 bu isə mikro sahibkarlıq subyekti olan fiziki şəxslərə, bu artıq fiziki şəxslərə aiddir. Yəni ki, 873-cü sətirdə, misal üçün, əgər sən fiziki şəxsən, fərdi sahibkarsan və sadələşmiş vergi ödəyicisisən, bu artıq güzəşt 2025-24-cü ildən qüvvədədir. Yəni sən özünə görə, fərdi sahibkara görə ödədiyin məcburi dövlət sosial sığorta haqqının 25%-ni burada deyirsə, 25%-ni burada qeyd edib vergini azalda bilərsən. Misal üçün, özünə görə fərdi sahibkar nə qədər ödəyir özünə görə? Minimal həmən haqqının tutaq ki, 25%-ni və icbari tibbi sığortada da eyni qaydada. Onu, yəni 25%-ni icbari tibbi sığorta deyilən məcburi dövlət sosial sığorta haqqıdır. Onun 25%-ni biz vergilərimizdən azalda bilərik. Amma bu yenə fərdi sahibkarlara aiddir. Hüquqi şəxslərə aid deyil. Və bizdən digər də azad olmalarımız var. Bu kənd təsərrüfat sahəsində istehsal fəaliyyətlə məşğul olan şəxslərdir. Bu lotereya biletlərinin satışçısı ilə bağlanmış müqavilə əsasında olan şəxslərdə güzəştlər var. Media subyektlərində azad olmalar var. Media subyektlər bu qəzetlərdir, ictimai birliklərdir, onlara qəzetlər, jurnallar, sonra ictimai birliklər deyilmək. Hə, daha sonra misal üçün sadələşmiş vergi ödəyicilərində kim ki mikro sahibkardır, onlar əgər dividend əldə ediblərsə, dividenda görə vergi ödəmirlər. Yəni onlarda da azad olma var. Amma burada bir dənə şərt var ki, yəni gəlirlərin və xərclərin uçotunu aparan. Yəni ki, gəlirlərimiz də elektron qayma ilə, pərakəndə satışdırsa kassa çeklərindəndir və xərclərimizin də uçotunu aparırıq. Və dövlət büdcəsinə olan vergi borcundan silinməsindən əldə olunan gəlir. Yəni əgər bizim hər hansısa bir dövlət büdcəsində borcumuz var və dövlət hər hansısa bir qərara əsasən o borcumuzu maliyyə sanksiyasını silirsə, o bizim üçün gəlirdir. Amma həmin gəlirə görə biz vergi ödəmirik. Aşağıdakı hissə isə sırf 2019-cu ilə qədər olan satışlara aiddir. Misal üçün, 2019-cu ilə qədər, məsələn, 2018-ci ildə mən xidmət satmışam müştəriyə, qaymə vurmuşam. Amma ödənişin o indi eləyir. Məsələn, 2025-ci ildə. Tutaq ki, 5 ildən sonra, 6 ildən sonra. Ümumiyyətlə 2019-cu ilə qədər bizim vergimiz 4% və 6% idi. Ona görə 2019-cu ilə qədər etdiyimiz satışlara görə gələn pullar indi gəlsə belə biz onu əvvəlki vergi tutma rejimi ilə əvvəlki vergi dərəcəsində hesablı büdcə ödəməliyik. Çünki onun satışı olub nə zaman? Nə zaman ki vergi borcumuz 4 və 6%-dir. Və indi bizdə 2 və 8%-dir. Əvvəl amma 4 və 6 idi. Və burada misal üçün kimlərə aid idi? Bakı şəhərində fəaliyyət göstərən şəxslərə aid idi və ticarət fəaliyyəti üzrə aparılan satışlara görə 4 və 6% tətbiq edilirdi. Bəli, burada yuxarıda
İkinci hissədə burada artıq idman mərc oyunlarının operatorları və satıcıları, lotereya təşkilatçısı və biletlərin satıcıları tərəfindən doldurulur. Yəni onlardan idman mərc oyunlarının operatorları olur 6% vergisi ilə hesablayırlar vergini. Misal üçün idman mərc oyunun operatoru onlar qazancı nədəndir? Bilet satırlar. Bilet satışından əldə etdiyi qazancına görə onlar 6% vergi ödəyirlər. Topaz və s. Amma biri var, o onların satıcısı. Bu oyunların satıcısı ilə onlara görə müqavilə bağlılıq olur. Satıcılara satdığı biletlərin sayına görə mükafat verirlər. Məsəl üçün, bax, sən 1000 dənə bilet satsan, sənə 500 manat pul verəcək. Və satıcılar üçün vergi tutma obyekti həmin o 500 manat əldə etdiyi mükafatdır. Yəni, başa düşdük? Yəni, bizdə həm idman mərcəonlarının operatoru, həm də lotereya təşkilatı tərəfindən operatorları bunlar biletlərin satışdan əldə etdiyi gəlirə görə 6% ödəyirlər. Amma satıcılar əldə etdiyi mükafata görə 4% ödəyirlər. Yuxarıda ödəmə müəyyənə tutulan verginin hesablaması hissəsində biz nəyə qeyd edəcəyik? Deməli, icarəyə görə biz deyirik ki, 4-cü rübdə bizim icarə məbləğimiz 500 manatdır. Biz göstəririk ki, mənim fiziki şəxslər üzrə gəliri icarə üzrə 500 manat icarə borcum yaranıb. İcarə üzrə borcum yaranıb. Və bunu 500 manatı burada göstərirəm fiziki şəxslər olan hissədə və eyni qədər əlavə 2-ni də doldururam. Əlavə 2 rüblük hesabat olmuyor. ÖMV də sadələşmiş kimi rüblük hesabat olduğuna görə biz 3 ayı əhatə edirik. Və göstərirəm ki, mən icarəni kimdən götürmüşəm? Fiziki şəxsdən 821.1.2. Göstərirəm ki, sətrin kodu 821.1.2 və kimdən götürmüşəm? Fərdi sahibkardan. Yəni vətəndaşdan deyil. Göstərir, fərdi sahibkardan. İcarə və fərdi sahibkardan. Və burada artıq göstərilən hüquqi və fiziki şəxsin adı. Yəni, fiziki şəxsin adı nədir bizdə? Həsənov Novruz A. Səfoğlu. İndi buraya yazıram. Həsənov Novruz A. Səfoğlu. Fiziki şəxsin doğum tarihi. Yəni, burada artıq doğum tarixini qeyd edirik. Vöyünün qeyd edirik. Misal üçün, fərdi sahibkardırsa onun vöyünü var. Vətəndaşsızsa vöyünü yoxdur. Biz fin kodunu qeyd edirik. Yəni, burada fin kodu kim ki vətəndaşdır, böyünü yoxdur. Rezident olduğu ölkənin adı Azərbaycan qeyd edilir. Yəni, əgər biz rezidentdən alırıqsa, ola bilər ki, biz icarəni qeyri-rezidentdən də götürə bilərik. Xarici vətəndaşdan, yəni qeyri-rezident xarici vətəndaşdır. Azərbaycan. Ödəniş məbləği üzrə 500 manat rüblükdürsə, demək ki, aylıq 166 manat 67 qəpidir. Burada göstərim ki, 166 manat 67 qəpik. 166 manat 67 qəpik. Və burada da 166 67. Vergi məbləği hesablanılır və ödənişin aid olduğu dövr. Yəni, biz bunu 10-cu aya görə ödəmişik 2024-cü ilə görə. Bunu 11 noyabra görə ödəmişik 2024-cü ilə görə. Bu da dekabrın. Çünki biz zaten 4-cü il hazırlayırıq da. Ödənişin tarihi. Artıq burada biz göstəririk ki, mən icarəni nə vaxt ödəmişəm. Bank çıxarışına girirsiniz və baxırsınız ki, mən bu məbləği nə vaxt ödəmişəm. Əgər ödəməmişsinizsə, bunu burada qeyd etməyə ehtiyac yox. Çünki ödəmə mənbəyində tutulan vergi yalnız ödəniş baş verdiyi anda tutulur. Ödəmişimdə tutaq ki, mən yazıram, hər ayın 1-i ödəyirəm. 01-10-2024-cü il, 01-11-2024-cü il, 01-12-2024-cü il. Və icarə haqqı ödənilən məmlakin növü daşınmaz əmlak. Beləliklə, bu əlavə yük bizə doldurma ehtiyac yoxdur. Çünki bizdə elə cəmi bir dənə obyektimiz var. Yəni, bizim ikinci obyektimiz yoxdur. Ona görə bu yalnız 2 obyekt tərəfindən doldurulur. 2 və daha çox da birdən çox olan obyektlər. Və əlavə bir də doldurduq. Əsas hissəmiz də hazırdır. Verginin salınması hissəsi də hazırdır. Biz təqdim olmuş əlavələrin sayını yazacağıq. Bizdə 2 dənə əlavə doldurulub. Yazıram əlavə. Bir şey soruşabilirim. Buyurun. İcarə yerinə gələ bilərsiniz, zəhmət olmasa. Bura. Yox, Əlavə. ÖMV-yə cəlb olunan yerdə. Biz burada ÖMV-yə cəlb olunan məbləği yazırıq da, düzdür? Bəli. Burada o zaman ödənişin məbləği olaraq 166 manat yox, 500 manat yazmırıq ki. Bu 500 manat rüblükdür. Baxın, bu rüblükdür. Yəni biz isə burada ay-bay yazırıq, hər ay. Biz bura, görürsünüz, oktyabr, noyabr, dekabr, görürsünüz, burada cəmi gəlir məbləği 500 manat olacaq. Mən elə bildim 500 manatdan ÖMV hesablanacaq. Yox, 166 manatdan ÖMV hesablanacaq. Eyni şeydir, 500 manatdan da ÖMV hesablanır 70 manat. 166 manat 67 qəpikdən də ÖMV hesablanır 23 manat 33 qəpik. Eyni Biz burada ÖMV-də məsələn bir dənə yazıb məsəl üçün yaza bilərik kimi məsəl üçün
deyək ki, oktyabrın 5-i mən vermişəm, 500 manat vermişəm birbaşa. Yəni ay bölməmişəm. Ə, Ay vay be mən bölməmişəm. Yəni onu çox Üstünə mühasibatlı. də Aha. məsələn yazanlar var, yəni 166.67 yazmırlar, birbaşa 500 yazırlar, bir Bilirəm. ay göstərir. Amma ödənişin aid olduğu dövrü necə yazacaqsınız? Hansı dövrə aiddir? Ödənişin aid olduğu dövrü dekabr göstərir. Məsəl üçün. Yəni elə də yazmaq olar, amma yəni doldurma qaydası var da bəyannamənin. Bu hər aya görə ayrı-ayrılıqda yazılmalıdır. Başa düşürsünüz? Yəni bu rüblük hesabatıdır da. Yəni zaten rüblük hesabatısı 3 aya əhatə edir. Bilirəm çox mühasiblər bir dəfəlik yazırlar, amma yəni ödənişin aid olduğu dövr və burada hissəsi olduğuna görə, yəni burada dördüncü rüb yazmaq olmur. 12 Bax, 2004 yazsaq, bu demək ki, dekabra görə siz ödəmisiniz 500 manat. başa düşdüm. Amma yazanlar var. Mən bilirəm, yəni görürəm də, praktikada da görürəm ki, yazırlar. Yəni nəticə itibarilə vergidən yayınmırsan, amma prosta bir bəyannamə növü səhv doldurulur da. Yəni dövlətə əsas odur ki, yəni vergidən yayınmayasan, amma təbii ki, biz bəyannaməni də düzgün şəkildə doldurub təqdim etməliyik. Bəli, buyurun, suallarımız varsa, sərləşmiş vergi bəyannaməsi ilə bağlı. Əslində bəyannaməmizi bitirdik. Suallarınız varsa bəyannamə ilə bağlı, başa düşmədiyiniz məqamlar, ümumiyyətlə çətin gəldi, çətin gəlmədi. Yəni bu sərləşmiş vergi bəyannaməsi ən asan hesablanan bəyannamə növüdür. Bir dənə əlavə birdir ki, bu çətinlik yaradır. Onu da dördüncü rübdən başqa heç bir rübə ehtiyac yoxdur. Yəni birinci, ikinci, üçüncü rübdə siz əlavə bu dördü yazmayacaqsınız. Ehtiyac olmayacaq. Əlavə bir ödəsi yazmayacaqsınız. Amma dördüncü rübdə mütləq şəkildə yazmalısınız. Bu silindi. Belə dostlar, suallarınız var əslində. Mövzumuz elə bu qədər idi. Yarım saat ayırmışdım ki, Çox suallarınızı sağ cavab. olun. Minnətdarım. Buyurun, siz də sağ olun. Suala olan cavab verə bilər. Çünki vaxt ayırmışdım sualların cavablandırmasına. Əgər hər şey aydındırsa, sağollaşa bilərik. Video roliki necə əldə edə biləcəyik biz, onun haqqında məlumat verin. Video recordingi indi sizə mail ünvanlarınıza göndərəcəm. Dərs bitən kimi mail ünvanlarınıza göndərəcəm və bu Excel formatını da sizə WhatsApp qrupuna göndərəcəm. Təşəkkür edirəm, çox sağ olun. Buyurun. Çok sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın. Xeyrə Çox sağ qarşı. olun. Sağ olun.